Salam, axşamınız xeyir. Xoş gördük, hörmətli müəllimlər. Ümidvaram ki, yaxşısınız. Belə. Az öncə deməli təkrarların sırasına 2-3 sınaq əlavə elədim. Situasiya sınaqlarıdır, bəzi mövzularla bağlı. Onları işləyərsiniz. Hər hansı bir problem yaransa mənə geri dönüş eləyərsiniz. Əgər nəsə bir uyğunluq olmayan, cavabını düz görmədiyi sual olsa, olmamalıdır, çox güman. Çünki hələ ki işləyən müəllimlər görməyiblər. Hər ehtimala baxıb işləyərsiniz. 3 sınaq əlavə elədim səhv eləmirəmsə. Bir nəzəriyyələrdən, 2 dənə də təfəkkürə aid sınaqlardır. Taymerini də biraz çox qoymuşam. Biraz yox, lap çox qoymuşam ki, rahat işləyəsiniz. Problem yaranmasın sınaqlarda. Tədricən azaldacağam taymerləri. Belə, biz bütün fəsil sınaqlarına baxdıq. Gəlin indi ümumiləşdirici sınaqları da işləyək. Daimi bankını yekunlaşdıraq yavaş-yavaş. Sonra keçək öz sınaqlarımıza. Deməli belə, burada belə bir sual var. Bununla başlayır. Gəlin başlayaq. Könüllü yenə prinsiplə. Buyurun, Əfsanə müəllimə. Salam, axşam xeyir. Deməli, şagird dərs zamanı tez-tez danışır və öyrənmə prosesini pozur. Müəllim bir neçə dəfə onunla bu barədə danışır, xəbərdarlıq edir, lakin o davranışlarını düzəltmir. Müəllim davranışı idarə etmək üçün qayda qoysa da, şagird yenə də dəyişmir. Nəticədə müəllim qaydaya əməl etmədiyinə görə şagirdi cəzalandırır. Bu səbəbdən valideyn məktəbə müraciət edərək bildirir ki, müəllimdən şikayət edir. Bu 200 manat. vəziyyətdə müəllim valideynlə münasibəti gərginləşdirmədən problemi konstruktiv şəkildə həll etmək üçün hansı yanaşmanı seçməlidir? Əslində burada müəllim səhv edirdi. Əslində birinci valideynlə əlaqə saxlamalıdır. Uşağa deyir, uşaq əməl eləmir, sonra valideynə deməlidir, sonra məncə ən sonda qaydanı tətbiq etməlidir. İndi cavablara baxaq. Deməli, valideynlə görüşdə qaydaların hamı üçün eyni olduğunu vurğulayıb, şagirdin intizam pozuntularını əsaslandırma və tətbiq olunan cəzanın zəruri olduğunu izah etməklə qərarın dəyişməyəcəyini bildirmək. Belə deyil, valideynin narahatlığını dinlərək empatiya göstərmək, hadisəni faktlarla əsasən izah etmək, şagirdin davranış səbəblərini birgə araşdırmağı və ev, məktəb əməkdaşlığı çərçivəsində ortaq davranış planı hazırlamağı təşrif etmək. Məncə B variantıdır, düzgün fikir. Bu ev məktəb əməkdaşlığı da təzə söhbətdir. Valideyn məktəbi, ev məktəb yazıblar. C-də deyir, şagirdin davranışlarını daha detallı şəkildə sənədləşdirib, valideynə təqdim etmək və məsuliyyətin əsasən ailə nəzarəti ilə bağlı olduğunu incə formada vurğulamaq. Bu səhv fikirdir də, yəni sənədləşdirib valideyni təqdim etmək, yəni ki, ailənin üzərinə atır da, belə görünür ki. Hə, ailə nəzarətini atır, bəli. Olmaz. D. Münaqişənin böyüməməsi üçün cəzanı yumşaltmaq, xeyr, yumşalda bilməz, yəni hamıya eyni tətbiq etməlidir də qaydanı. Olmaz. Məktəb rəhbərliyinin iştirakı ilə rəsmi görüş təşkil edib, ta rəsmiyə məncə çıxmamalıdır da bu, valideynlə həll eləməlidir. Məktəbin mövqeyini müdafiə etmək. Olar, rəsmi. A variantı da nəyə çıxa bilərik? Valideynlə görüşdə qaydaların hamı üçün eyni olduğunu vurğulayıb, şagirdin iltizam pozuntularını əsaslandırma və tətbiq olunan cəzanın zəruri olduğunu izah etməklə qərarın dəyişməyəcəyini, burada elə biraz sərt, müəllim məncə sərt danışır. Burada valideynlə müəllim arasında konstruktiv olmaz da, məncə ona görə B variantı. Bu konstruktiv deyil də, konstruktiv həllə yönəlikdir. A variantı olacaq, destruktiv. 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 Yəni konstruktivin əksi. Destruktiv yanaşmadır. Amma yenə də situasiyada səhvlik yoxdur. Birinci valideynə deyib, sonra qaydanı tətbiq etməməlidir.
Situasiyanın özündə də yanlışlıq vardı. Zaten yanlış olduğu üçün biz düzgün axtarmırıq. Biz yəni müəllimlə valideyn arasındakı narahatçılığı həll edirik də. Hə də Sadəcə narahatçılıq yanlışlıqdan doğmalıdır da. Düzgün şeydən niyə narahatçılıq olsun ki? Yəni hə, problem situasiya deyirik də bunlara. Axı bir situasiyada bizə hər şey güllü gülistanlıq versə, biz onda aşağıda ancaq oradakını əks etdirən fikir tapa bilərik axı. Həll yolu tapmaq odur ki, situasiyada bir problem olsun, biz ona həll tapaq. Yəni situasiyada problemi ona görə qoyublar da. Əgər o düz olsa, biz artıq variantda həll tapmalı olmayacağıq axı. Biz orada sadəcə verilmiş situasiyaya uyğun gələn, oradakı fikri əks etdirən fikir tapmalı olacağıq. hə, Aydındır? Öncə situasiyada problem olması normal haldır. hə, Problem bildim. olmazsa bizim bu həll etmək üçün yanaşma seçməyimiz düzgün olmur axı. Niyə belə düşündünüz ki, belə anidən? Nə bilim, Maraqlı gəldi. Çünki bir şeyə həll yolu axtarırıqsa, demək o problemdir də. İkinci, deməli müəllim yeni mövzunu izah etdikdən sonra şagirdlərə fərdi şəkildə icra edib biləcəkləri tapşırıq verir. Tapşırıq zamanı bəzi şagirdlərin mövzunu tam anlamadığını müşahidə olunsa da, müəllim dərsin planında kənara çıxmamaq üçün müdaxilə etmir və tapşırığın sonunda ümumi nəticəni yoxlayacağını bildirir. Verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. Baxaq. Cavabları görmürəm. Müəllim təlim prosesinə dərhal müdaxilə etmək əvəzinə planın icrasını prioritetləşdirir, Gecikdirir. gecikdirir, diferensial dəstəyi. Göstərir. Aha, Bəli. bu düzgün fikirdir də, yəni orada dərhal müdaxilə etmir, elə bir Geri kömək götürək. etmir. Biri götürək. Müəllim dərs planına sadiq qalmaqla təlimin ardıcılığı və məqsədyönlülüyünü təmin etdiyi üçün adaptiv yanaşmanı effektiv şəkildə tətbiq etmiş olur. Adaptiv yəni ki, şəxsi idi də, hə, adaptiv şəxsi yanaşmaq idi. Şəxsi nə idi? Fərdi. Bəlkə şəxsi O yox. fərdi, hə, fərdi yanaşma yəni. Fərdi də Yəni hamının burada, ehtiyac və aha, e, öyrənmə tərzlərinin fərqliliklərini nəzərə alıb tədrisi onlara adaptasiya eləmək. bu səhv fikirdir, çünki yanaşmır da ümumi nəticəni deyir sonunda baxaq. Bu səhv fikirdir. Adaptasiya Tapşırıq bu da var idi ki, ümumiyyətlə. orada yəni yanaşmır da, ayrıca yoxdur. Hə, müdaxilə etmir də. Çünki Etmir. birinci cümləsi düz gəlir, fərdi şəkildə icra ediləcək tapşırıq verir. Amma biz demişdik də, fərdiləşmə 3 aspekti idi. Məzmun, tapşırıq və dəstək. Dəstək. Burada görürsünüz müdaxilə eləmir. Yəni dəstəkdə artıq fərdiləşmə yoxdursa, biz bunu adaptasiya saya bilmirik də. Dəstək vermir də fərdi şəkildə. Hı -hı. Ona görə 2 yanlışdır. Aha. Deməli, tapşırıq zamanı müşahidə olunan çətinliklərə operativ müdaxilə edilməməsi formativ qiymətləndirmə imkanlarının tam istifadə olunmamasına işarə edir. Yəni çətinliklərə operativ müdaxilə bu qalsın. Müəllim tapşırıq Niyə sonunda qalsın ki? bu düzgün Eləmir də, fikirdir. müdaxilə etmədi də. Burada baxdıq o cümləyə. Hə, düzgün Müdaxilə götürəcək etmir, model ümumi nəticələri yoxlayır. Yəni yox. rəy verməli idi də heç olmazsa. Səhv, daha sonra təriflə, səhvini də yol göstər. Hı, Eləmir, ancaq deyir mən tapşırığa baxacağam. O zaman demək formativ qiymətləndirmənin imkanları da rəy kimi məsələlər, düzdürmü? düzdür. Onda Tam 3. istifadə olunmamasına işarə eləyir. Demək avtomatik bunu götürürəm də, deyir ki, istifadə olunmur, baxıram ki, həqiqətən nədir. Müəllim tapşırıq sonunda ümumi yoxlama aparmaqla fərdi öyrənmə ehtiyaclarını eyni səviyyədə qiymətləndirə və boşluqları kompensasiya edə bilər. Bu səhv fikirdir. Yəni fərdi öyrənmə ehtiyaclarını eyni səviyyədə ümumi yoxlama aparmaqla o fərdi Bəli. ehtiyac olmaz Biz da. burada ən azı nə etməliyik? Ümumi yox, fərdi yoxlama aparmalıyıq Fərdi da. olmaz. Uşaqların 9 hamısının 4 olmaz. dəftərinə baxmalıyıq. Yoxsa belə ümumi fərd aparmaqla o uşaqların özlərinə məxsus xüsusiyyətlərini tapa bilmərik. Müəllimin yanaşması şagirdlərin müstəqil işləməsinə şərait yaratsa da, öyrənmə boşluqlarının aradan qaldırılmasına xidmət etmir, düzdür. Yəni o bilmədiklərin üzərində işləmir də, Bəli. xidmət etmir. 35 düz olur.
Oxuyum. Bəli, bəli. Mən axı Cədvələ cavabları bilmirəm ha. İndi birdən kimsə dərsdən sonra oturub cavablarla ilə yoxlayar, bizim götürdüyümüz çıxmaz. Elə olanda xəbər verin heç ki, kimin vaxtı yoxdur məncə onu yoxlamaq. yenə oturaq biz mən sadəcə belə üzə baxıb məntiqi olanları, yəni düzgün olanları analiz edirəm. Siz də oxuyursunuz. Baxıram ki, düz oxuyursunuzsa deyirəm, hə, bu düzdür. Mənim Biz xəbərim sizə yoxdur. Mən güvənirik. ilk olaraq sizlə Baxmırıq. işləyirəm. Bütün qruplar sizdən sonradır. Oktyabr qrupu daxı bura. Ona görə yəni bütün qruplar sizdən sonradır. Mən bu testləri həyatımda ilk dəfə sizlə bir yerdə işləyirəm, görürəm. Elə biz də sizlə bərabər görürük. Hə, Deməli, deyirəm bir ola bilər cədvələ kimsə qutarandan sonra oturub özü üçün oxuyar ki, görüm düz işləmişik, variantlarla düz gəlməz. Elə də deyim ki, mənim bu düz gəlmir, aydınlaşdıraq, araşdıraq, baxaq. Bəlkə şablon səhvdir, bəlkə biz səhv eləmişik. cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğruya doğru, yanlışa yanlış. Məktəbdə oxum marağının azalması problemi təhlil olunur. Şagirdlər əvvəlcə səbəbləri araşdırır, şagirdlərin maraq dairəsinə uyğun kitab siyahısı hazırlanır. Aylıq müzakirə klubu təşkil edilir. Təkliflərin necə işləyəcəyi və hansı nəticə verəcəyi əsaslandırılır. Bu, deməli, produktiv təfəkkürdür. Yəni Hmm, problem həll edir. ilk Bu dəfə düzdür də, problem həll edir. təklifləri necə? Hə, dərhal, Hə, dərhal dərhal işə həll edir də. qoyulur da, hə. Produktiv, bu düzdür. Produktivdir, bəli, bəli. Bir neçə variant hazırlayırsa, necə işləyəcək, hansı nəticə, bəli, produktivdir. Düzgün fikirdir. Eyni mövzu bir dərsdə müəllim izahı ilə, digər dərsdə isə problem üzərində şagird işi ilə tədris olunur. Hər iki yanaşmanı müqayisə edin və hansı şəraitdə hansının daha effektiv olduğuna əsaslandırın. Bu analiz eləyir də. Məncə elə müqayisə etmək analitik təfəkkür Hə, idi. Bu doğru. razıyam, razıyam. Analiz edir. 1-2 doğru fikirdir. Yanlışa baxaq. Şagird sinifdə proyektor işlədiyini görür və dərsin dayanmasını Yox, gözləmək hə, yaxınlaşdırmalı. işləmədiyini görür. Tamam. Şagird sinifdə demək proyektor işləmədiyini görür və dərsin dayanmasını gözləmək əvəzinə lövhədən və dərslikdən istifadə etməyi təklif edir ki, dərs davam etsin. Praktik təfəkkür yox, produktiv təfəkkür də bu da. Bu da produktivdir. Neynət ki burada? Yox, praktikdir də, yəni anında Praktikdir. Hə. qarışdırdı. Necə Anında idim elədi. də? Proyektor işləmir. Hə, Dərs davam eləmək üçün necə idim? hə, Sualı bu praktik idi də. Bu təfəkkür. 4 təfəkkürün sualı var idi də. Necə Hə, idim də dərhal problemi həll elədi. Necə elədim? Onu adamı da fikirləşdi. bu düzgün fikirdir. Bəli, bu da düzdür. Deməli, şagird müşahidə edir ki, mis, dəmir və alüminium qızdırıldıqda genişlənir. Bu konkret faktlara əsaslanaraq nəticə çıxarır ki, metal qızdırıldıqda genişlənir, induktivdir, yəni ümumi düşüncəyə gəlir də, bu düzgün Hə, fikirdir. induktiv təfəkkürdür bəli. Gəlir. Xüsusidən ümumiyə bu düzgün fikirdir. Ona görə cavab 1-2. Demək hamısı doğruymuş. 1-2. Düzdür. İnduktiv təfəkkürdür bu da. Növbəti. Bu nədir belə? Müəllim bir mövzunu tədris edərkən dərsi müxtəlif fəaliyyətlər üzərində qurur. Şagirdlər mövzunu yazılı şəkildə ifadə edir. Bəziləri vizual təqdimatlar hazırlanır, digərləri isə mövzunu gündəlik həyatla əlaqələndirir. Yəni burada fərqli iş Hmm. yanaşırlar da. Yəni məncə burada şagird yönümlülük vardır. Digərləri isə mövzunu gündəlik həyatla əlaqələndirir. Dərs zamanı müəllim şagirdlərə yönləndirici suallar və qeydlərlə dəstək olur. Müəllimin bu yanaşmasının şagirdlərin öyrənmə nəticələrinə təsiri ilə bağlı hansı müşahidə daha əsaslı hesab edilə bilər? Yəni Yanaşma burada nədir burada? fərdi yanaşır da burada. Adaptivdir. Adaptivdir. İndi adaptivi tapacağıq da daha Adaptiv. əsaslı. Hə. Adaptivə hə, adaptivin nəticəsini tapmalıyıq da elə bilin ki, öyrənmə nəticələrinə təsiri ilə bağlı hansı müşahidə, yəni adaptivi eləyəndə biz nə görürük sinifdə? Nəyi müşahidə edə bilərik, onu tutmalıyıq fikir olaraq. Şagirdlər tapşırıqları fərqli formalarda yerinə yetirdikləri üçün mövzunu qısa müddət ərzində daha asan xatırlayır. Bu yanaşma onların müstəqil tətbiq bacarıqlarına ciddi təsir göstərmir. Səhvli bacarıqlarına ciddi təsir göstərər müstəqil tətbiq Təbii ki, bacarığı. təbii ki. Bu səhv Özlərinə fikir. uyğundursa göstərər. Bəli. Tamam.
Şagirdlər mövzuya öz bacarıqlarına uyğun yanaşır, zamanla müəllimin istiqamətinə daha az ehtiyac duyur və öyrəndiklərini yeni tapşırıqlara tətbiq etməyə başlayırlar. Bu doğru fikrə oxşuyur, bu Bəli. qalsın. Bu Aha, da şagirdlər müxtəlif fəaliyyətlərə cəlb az olundu. ehtiyac duyur. Şeydə scaffoldingin azaldılmasıdır da. Hə, get-gedə azaldılır. Hə, Sonra biz deyirik ki, qrafikləri sərbəst yuxarı buraxılır. qaldırırıq, sonra azaldırıq ki, müstəqilləşsinlər. Aha, şagirdlər müxtəlif fəaliyyətlərə cəlb olunduqları üçün dərsdə maraq artır. Öyrənmə əsasən müəllimin verdiyi istiqamətdə yox, özlərinin öyrənə biləcəyi tərzdə öyrənirlər də. Yəni Bəli, bu ona bəli. müəllimin verdiyi istiqamət yanlışdır. Şagirdlər mərhələli dəstək sayəsində tapşırıqları yerinə yetirilir. Dəstək azaldıqda eyni səviyyədə nəticə göstərmək səhvdir. Yəni onlar Bəli. səthi çəkmirlər. Şagirdlər Aktyor tətbiq qoyublar səhvləri. inşallah Yaxşı, imtahanda da belə. yaxşı tərtib eləməyiblər. Özü mən bəyənmirəm belə sualları. Biz bəyənirik axı. Ya da bilmirəm, indi siz çox asanlaşdırırsınız bəlkə də sualı. Yaxşı bilirsiniz deyə proqramı. Səhvi tez görürsüz deyə bəlkə də indi bu bizi yanılda bilər. Hə, müəllimlər getmişdi o imtahana, o birinci imtahan olanda Naxçıvana. Ay belə Bəli. çətin idi, eləsi var idi kurikulum. Ay belə dedim, nədir ki, müəllimə bir ikisini yazmışdı. Baxıb dedim müəllimə burada bu cavabdır, burada bu cavabdır. Deyə Hə, hardan onu deyəcəm. Bu bizi bu məsələ ikinci deyəndən sonra ağlıma gəldi ki, sizin metodik bilik səviyyəniz çox üstdədir deyə, siz varianta baxan kimi artıq mənim qədər duya bilirsiniz ki, hə bu səhvdir, burada bu söz artıq düşüb. Yəni onu fərqləndirə bilirsiniz. Ona görə işi bizə elə asan göstərirsiniz ki, hətta mənim özüm belə yanılıram ki, bu sual pisdir. Amma oturub soyuq başla düşünsəm heç də pis sual deyil bu sual. O deyəndən sonra 2 saniyə sonra emal elədim beynimdə ki, sizin oxuma sürətiniz, şəkliniz, tapma üsullarınız bizi üçün bu sualı bəsitləşdirir. Halbuki bu bilməyən, zəif bilən adam üçün bu kifayət qədər ağır sualdır. Mənə nəzəri suallar çətin gəlir. Onlar da biraz tapmaq çətinləşdirir. Nəzəri Məntiqi sual. mühakiməniz yaxşıdır və metodik biliklərinizdən harmanlanıb deyə fikirlərini dərhal tuta bilirsiniz ki, bu cümlənin axarı səhvə gedir, bu cümləni düzgün fikir oxuyan kimi maşallah necə deyirlər, tərəddüd eləmirsiniz. Kim olsa A, B, Y hamısını oxuyub gəlib sonra B-yə qayıdardı. Amma siz B-ni oxuyana desiniz ki, bundan mənası yoxdur da. Bu düzgün fikirdir. Bu Amma bəzən duyumdur olur. da. Aha, Metodik gəlir duyumdur. amma sonra. Məndə bir Bu o çox yaxşı. tələskənlik vardı ki, elə sifdə gördüyümü yazıram da, elə bil axıra kimi getmirəm. Amma Bu o da həmişə əminlikdir əslində. Bu yaxşıdır. Dediyim kimi, amma bu sualı obyektiv qiymətləndirməməyimə səbəb oldu mənim. Çünki sizin oxumağınız bir etalon kimi götürsə, gərək imtahan həddən artıq zülm zillət ola. Amma hər kəs sizə kimi baxan kimi o şeyləri görə bilmir də, bu məsələ də var. hə, düzdür. Deməli, şagirdlər fərqli yanaşmalarla işlədikcə mövzu ilə bağlı fikir mübadiləsi genişlənir və bu biliklərin yeni situasiyalar tətbiqinə birbaşa təsir etmir. Yanlışdır, birbaşa təsir edər. Etmir sözü Yox, yanlışdır. haqlı idim. Bu sual çox bərbad yazdım. Təsir etmir, çətinlik çəkir, göstərmir. 3 dənə Hə, inkar qoymusan, zalım balası. Belə eləmə də. Temporada düzgünlük istəyirsən, heç olmasa bir inkar qoy, baxan kimi çıxsın, 4 dənə təsdiq qoy ki, təsdiq situasiya istəyirsən. Situasiyanın quruluşu testologiya prinsipi pozulub da burada. oxuyam. Bəli. Müəllim yeni mövzunu təqdim edərkən əsas anlayışı lövhənin mərkəzində qeyd edir və şagirdlərə bu anlayışla bağlı biliklərin bölüşmələrini xahiş edir. Səsləndirilən fikirlər anlayışın ətrafında yanlış anlayışların çıxarılmasıdır. Yəni səsləndirilən fikirlər anlayışların ətrafında yazılır. Əsas Oxşar qoy bax. Deməli, anlayışın çıxarılmasıdır. yox, burada deyir ki, necə deyir? O Deməli, yeni deyil. mövzu təqdim edərkən əsas anlayışı lövhənin mərkəzində qeyd edir. Əsas anlayışı qeyd edir. Anlayışların çıxarılması deyil də. Yəni bu onun əksidir. Hansı dərsi? Yəni anlayışların çıxarılmasının əksi deməli qoy deyəcəm, Freyer mi? Freyer idi. Hansı Azar deyir? olsun. Qoy deyəcəm. Azar olsun. Zəhər olsun belə işin içinə. Yox, yox, fikirləşəcəm. Təriflərdə tərifə çıxdı. Vah, 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 vah. Heç bir Yapon sizcə öz tələbələrinə elə deyir, təriflədiyi zayı çıxdı.
O ancaq Anlaşlar, bizdədir. anlaşların Hə, tanınmasını bilirdim. Fryer modeli bilirdim. idi. Təbii ki, onun tərsidir də. Fryer Ortaya modeli. yazılıb qıraqlara şey dedik. Fryer idi də, hə. O prior niyə? O söz analizidir, o heç. İndi anlaşların çıxarılmasının əksi nə idi? Yəni qarşılığı, əksi. Deməyəcəm. Klaster, şaxələndirmə. Klass. Bəli, klass deyildi. Bəli. Hə, Olur hərdən. klaster. Belə beyin hərdən belə Beyin dayana bilir. dolu. Bəli, hə. Burada Klaster. klass dedi, bəli. Aha, deməli deyir ki, hə, klaster deyir. Səsləndirilən fikirlər anlayışın ətrafında yazılır, oxşar ideyaları əlaqələndirilir və dərs irəlilədikcə yeni anlayışlar əlavə olunaraq ümumi struktur Hə, genişləndirilir. bilirsiniz niyə belə suallar? Biz axı ümumi sınağa baxırıq. Mən Hə, birdən mənim özüm də beynim dayandı. Bu klasterin bura nə dəxli? Axı biz ailəvi ümumiyə baxırıq. Hə, bütün proqramın sınağında bu fəsillər dördü ya. Hə, burada hər yerdən, hər şeydən sual var. səsləndirilən, ona görə bir anda elə bir yadımdan çıxdı. Mən də bir Səsləndirilən anda sizə sual verəsəm ki, şu klaster burada niyə işlənir görəsən, bunu hara bağlayacaq? Anidən birdən yazdı ki, bu axı bu ümumi sınaqdır bu. Normaldır da, hər şeydən sual var. Səsləndirilən fikirlər anlayışın ətrafında yazılır, oxşar ideyalar əlaqələndirilir və dərs irəlilədikcə yeni anlayışlar əlavə olunaraq ümumi struktur genişləndirilir. Müəllimin tətbiq etdiyi bu fəaliyyətin şagirdlərin idraç və öyrənmə prosesində təsiri ilə bağlı üstünlüyünü müəyyən edən klaster idi. Yəni bu, indi şagirdlər yaradıcı təfəkkür bacarıqlarını inkişaf etdirir və mövzuya fərdi yanaşma nümayişi etdirir. Yəni klasterdə şaxələndirmə belə deyək ki, oldu. Hə, Bu indi klasteri qoyaq bura. klasteri qoyaq. Şagirdlər əvvəlki bilişlərini şagirdlərin əvvəlki bilişlərini aktivləşdirir. Onlarda məntiqi təfəkkür daha da inkişaf etmiş olur. Əslində klasterdə əvvəlki bilişlər məncə olur da, aktivləşir də. Mhm. Aha. Gəlin Şagirdlər variantları ataq da sizin taktika ilə. A getdi, acetdir, yaradıcı olmur. yaradıcı olmaz. C niyə getsin onda? Şagirdlər ünsiyyət və təqdimat bacarıqlarını gücləndirir. Ünsiyyət, təqdimat bacarıqları, ünsiyyət Ünsiyyət klasterinə dəxil idi edər. deyəsən də, 3N-də idi, Qızıl Dairədə idi, səhv Hə, eləmirəmsə orada var idi. sonra Şagird D niyə getsin? D. Şagirdlər mövzu ilə bağlı tədqiqat aparmaq və əlavə mənbələrdən istifadə etmək bacarığı qazanılır. Bu Hə, səhvdir. bəli, Əlavə yoxdur. mənbə lazım deyil. Yəni bildiklərini o Hı. şaxələndirirlər. Şagirdlər qrup şəklində işləmə, burada əməkdaşlıq yoxdur, yəni fərdi şəklindədir də. Ona görə də Klasterin bir xüsusiyyəti yoxdur, bəli. Və məntiqlə B B variantı. variantı. Bəli, Çünki əvvəlki bilişləri aktivləşdirir. bəli, bəli. Çünki mərkəzdə söz yazılır. Biz indi ona özümüzdən əvvəlki biliklərimizi yada salıb ona xüsusiyyət deməliyik də. Klaster bu idi də, mərkəzdə dairə, kənarında belə xəttlərdə, düzdürmü? Düzdür. Mərkəzdəkini yazandan sonra bu kənardakıları biz əvvəlki biliklərimizi aktivləşdirib deməliyik də. Başqa cür olmur. Təşəkkür edirəm, Əfsanə müəllimə. Klaster. Görürsüz, bax, deyirlər ki, iş üsulundan sual. Bax, iş üsulundan yazılmış sualdır. Görürsüz, iş üsulunun adı zadı keçmir, amma xüsusiyyətlərini müəyyən etməliyik burada. Aytən müəllimə, buyurun. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Deməli, 6 nömrəli sualdan Bəli. başlayaq da müəllim. Müəllim dərs zamanı müşahidə edir ki, bəzi şagirdlər mövzunu tez qavrayır, dərhal cavab verir, digərləri isə daha sakit və əvvəlcə düşünməyə ehtiyac duyur. O, bu şagirdlər arasında səviyyə fərqi kimi qiymətləndirir. Bunu şagirdlər arasında səviyyə fərqi kimi qiymətləndirmir. Buna görə də dərsdə həm düşünmək üçün fasilə yaradır, həm də tapşırıqları fərqli formada təqdim etməyə imkan verir. Hər şagird mövzunu öyrənə bilsin. Müəllim, bu çox rahat situasiyadır. Deyim, burada müəllim nə istəyir uşaqlardan? Hər uşaq fərqli səviyyədə öyrənə bilsin. Burada diaqnostik düşünürəm mən. Ki, müəllim tez-tez bax, buna cavab bunu şagirdlər arasında səviyyə fərqi kimi qiymətləndirmir. Yəni buna görə dərsdə həm düşünmək üçün fasilə yaradır, həm də tapşırıqları fərqli formada təqdim etməyə imkan verir. Hər şagird mövzunu öyrənə bilsin.
Deməli, uşaqlara diaqnoz qoyurdu, elə deyil müəllim. Yoxsa səhv başa düşürəm bu situasiyanı. Biz dərhal. Variantları oxuyaq. Müəllim dərsin sonunda əlavə məşğələlər planlaşdırır ki, mövzunu daha gec qavrayan şagirdlər faydalansınlar. Xeyr, bu aid deyil. Müəllimin yanaşması nədir burada? Biz yanaşmanı tapmadıq axı. Müəllimin yanaşmasını tapaq da. Adaptiv, bəli, adaptiv. Adaptiv. Bəli. Bu da adaptiv yanaşmadır. Çünki uşaqların fərqliliklərini görür, səviyyə fərqi kimi qiymətləndirmir. Buna görə dərsdə uşaqların xüsusiyyətlərinə uyğun dərsi uyğunlaşdırır. Bu adaptiv yanaşmadır. Müasir pedaqoji yanaşmalardan adaptividir. Bəli. İndi Mənim belə adaptivdən bir tipdə sual Time-da verilmişdi bu tipdə sual, bu dəfəki sınağında. Çox rahat idi sınağı, kurikuluma. Mən işlədim, 8 düzüm çıxdı, çox da sevindim. Time-da nədir? MHM-in, Time deyirəm, MHM-in sınağı oldu bu yaxınlarda, sertifikasiya sınağı. Orada kurikulum sualları da var idi. Çox rahat, bu dəfə çox rahat salmışlar. MHM, hə. Situasiyaları var idi? Bəli, var idi. Mən demək olar ki, elə bir ki, o sualları oxuduqca sizin dedikləriniz yadıma düşürdü. Elə bir ki, var idi situasiyalar, bəli. Çox rahat yazdım. Düzdür, tarixi özdə rahat idi keçən dəfəkinə nisbətən. Amma situasiya da var idi, bəli. 4-5 dənə var idi situasiya. Bunlar da mən yazıram da. Mən deyirəm axı, baxıram o sualların içərisində. Deyirəm ki, bu sözləri hardasa eşitmişəm. Mən nə yaxşı rahat işlədim bunları. Hə, lap yaxşı. 5-6 kursdur, Tərlan müəllimdir, 3-4 müəllimdir. Hamısını mən yazıram. Suallar mənə çox tanış gəlirdi, söz olaraq tanış gəlirdi. Özüm də sevinirdim. Əslində müəllim, mən bu dəqiqə vaxt tapıb, həqiqətən oxuya bilmirəm də. Deyirəm son 20 gün qaldı, lap çalışaram. O sualları gördükcə elə bir sözlər mənə çox yaxın idi. Deməli, onlar sizin sözünüzmüş. Mənə çox yaxın gəldi suallar, çox. 8 dənə yazdım, mənim düz. Demişdim də, bu tanıyıb bildiyiniz kursların çoxunun sınaqları mən yazıram. Bəli. Müəllim dərsin sonunda əlavə məşğələlər planlaşdırır ki, mövzunu daha gec qavrayan şagirdlər də faydalansınlar. Yox. B variantı, müəllim tapşırıqları mərhələlərə bölür və şagirdləri addım-addım yönəldərək tədricən daha mürəkkəb fəaliyyətə keçir. Xeyr, bu da deyil. Müəllim bölmə əvvəlində diaqnostik qiymətləndirmə edir və şagirdlərin nəticələrinə uyğun bölmə ərzində keçiləcək dərsləri planlaşdırır. Bax, müəllim, bu doğrudur. C variantıdır. Bilmirəm indi, bu doğru fikirdir. Fərqi müəyyən eləyir və fərqə uyğun. Əvvəlcədən, ona uyğun da. 7-ci sual. Müəllim sinifdə şagird yönümlü yanaşmadan istifadə edərək dərsi qurur. Deməli, şagird yönümlü dərs. Şagirdlər qruplar halında işləyərək nəticələrini təqdim edirlər. Təqdimatlardan sonra müəllim bir qrupun işini nümunə kimi qeyd edib, həmin qrupa daha çox müsbət rəy bildirir. Digər qruplarda isə narazılıq yaranır. Şagirdlərdə gərginlik hiss olunur. Verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. Deməli, müəllim şagird yönümlü dərs qurur. Şagirdlər qrup halında işləyərək nəticələri təqdim edirlər. Təqdimatdan sonra müəllim bir qrupun işini nümunə kimi qeyd edir. Və daha çox müsbət. Müəllim, ola bilər qrupu seçmək olar. Qruplarda, qrup işi aparanda hər qrupu münasibət bildirmək olar. Amma bir qrupu tamamilə nümunə kimi götürüb, onları daha çox tərifləmək düz olmaz. Xeyr. Nümunə götürək. Digər qrupda isə narazılıq yaranır. Şagirdlər baxaq görək. Deməli, şagird yönümlü mühitdə rəy balanslı. Bəli, doğrudur. Şagird yönümlü mühitdə rəy balanslı olmalıdır. Balans qorunmalıdır. Çünki burada situasiya deyir ki, şagird yönümlü dərs qrup müəllim. Meyar əsaslı təqdim edilmədikdə əməkdaşlıq mühiti zəifləyir və qruplar arası münasibət deskriptiv xarakter ala bilər.
Destruktivi bayaq dedim. Görsə qabaqlamışam. Konstruktivin əksidir. Bəli. Deməli müəllim, onda biri budur. Biri budur. Bəli. Sonra müəllimin müsbət rəy verməsi təlim prosesinin təbii hissəsidir və digər qrupların narazılığı onların öyrənməyə uyğunlaşması bacarığının zəif olmasını göstərir. Bu müəllim buradakı ikinci fikir müasir təlim metoduna uyğun gəlmir. Ümumiyyətlə bu situasiyaya uyğun gəlmir ki, müəllim müsbət rəy verir, təlim prosesini digər qrupların narazılığına onların öyrənməyə uyğunlaşmasına. İki tamamilə səhvdir müəllim. İki harda varsa götürməli. Ya burada C variantıdır, ya da burada Y variantıdır. Sizi kimi qoymayıblar cavabları yaxın. Burada tez tapmaq olur cavabları. Deməli, üçüncü sualda, əgər müəllim bir qrupun işini nümunə göstərirsə, digər qrupları inkişaf istiqamətlərdə konkret və konstruktiv şəkildə vurğulamalıdır ki, motivasiya balansı qorunsun. Bəli, deməli, bu götürməyəcəm mən. Çünki doğrudan da müəllim şagird yönümlü dərs qurursa, oradakı balansı qorunmalıdır ki, uşaqlar motivasiyanı düşməsinlər. Bunu götürmürəm. Burada cavab Y variantıdır. Mənə elə gəlir. Yoxsa səhvdir, C-dir mənim. Ya C-dir, ya Y-dir. Niyə? Niyə bu 3 ilə 4-ün arasında qaldınız ki? Əgər müəllim bir qrupun işini nümunə göstərirsə, digər qrupların iştirakı konkret vurğulanmalıdır ki, motivasiya balansı qorunsun. Mən bu situasiya, verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən etməliyik də. Burada deyir ki, müəllim şagird yönümlü dərs qurur, amma qruplar işləyəndə qrupun birini daha çox tərifləyir. Orada səhv yol verir də, daha çox müsbət rəy verir. Balansı pozur da onda. Ona görə də 3-ü götürməzdim. 1 ilə 4 olar. 1 ilə 4. Daxili motivasiyalarını pozur. Bilirsiniz nədir məsələ burada? Nümunə kimi göstərib müqayisə eləməkdir burada. Uşaqlara müqayisə kimi verir də. Nümunə kimi birini göstərirsə, demək hamı özünü onunla müqayisə edir. Ki, bizimki ondan zəifdir, yoxsa yaxşıdır. Bu da istər-istəməz daxili motivasiyanı, yəni həvəsi, ürəkdən gələn istəyi pozur, mənfi təsir göstərir. Ona görə budur. Dərsiydi, biz deyim, məsələn, uşağı orada tərifləmək olmazdı. Deyə bilər ki, bu qrup kimi siz də daha yaxşı işləyə bilərdiniz. Ona görə o düzgün fikir deyil. Ona görə 3 səhvdir, 4 düzdür. Müəllim, bizdə də çata girmək olmuş, çata daxil olub yazmaq olmuş. Necə? Çata daxil olub yazmaq olmuş. Niyə? Daxil olmaq. Bilmirəm, axı daxil ola bilmirəm. Biz Zaten müəllimlər yazır axı. Mən daxil ola bilmirəm nədənsə. Siz yenidən Siz telefona baxın o zaman. Çünki burada müəllimlər hər şey açıqdır chatda. Digər müəllimlər də yazır. Yəni hansısa bir funksiyaya bağlı olsaydı yəqin ki, heç kim yaza bilməzdi. Anyone directly. Aktivdə olmuş. Növbəti. Müəllim müşahidə edir ki, şagirdlərdən biri dərsdə fəal iştirak etmir və sinif yoldaşlarıyla ünsiyyətdən yayınır. Bu şagird son zamanlar tapşırıqları da yerinə yetirmir. Sakit və qapalı düşüncədə davranışları dərsin axıcılığına mane olsa da, müəllim bu vəziyyətin onun inkişafına mənfi təsir edə biləcəyini düşünür. Deməli, bir uşaq qapalı düşüncədədir. Müəllim düşünür ki, bu uşağın belə olması onun inkişafına mənfi təsir edə bilər. Bu vəziyyətdə müəllim necə davransa daha doğru olar? Yəni, uşağa necə kömək etsin ki, daha doğru olsun da? Deməli, belə. Şagirdi ciddi xəbərdarlıq edərək tapşırıqların yerinə yetirməsinə qiymətləndirməyə təsir edəcəyini bildirmək. Xeyr, müəllim, belə bir uşağa ciddi xəbərdarlıq edəndə heç ümumiyyətlə vəziyyəti dayıca pisləşdirə bilər. Ona görə A variantı səhvdir. B variantı. Deməli, B variantında problemi məktəb rəhbərinə, psixoloqa yönəltmək
Çünki bu vəziyyət sizin səlahiyyətinizdən kənardadır. Xeyr, müəllim son anda valideynə, psixoloqa, məktəb rəhbərinə deyə bilər. Hər xırda bir şeydən ötürü hələ birinci özü eləməlidir. Elə deyil müəllim, sonra rəhbərliyə ya lazım olarsa valideynə. B variantı da səhvdir bu yanaşmada. Burada əslində məktəb rəhbərliyi yox, psixoloq düz ola bilərdi, amma bu sizin səlahiyyətdən kənardır səhvdir. Çünki Yox müəllim, həmişə prosesdə demirsiniz ki, sadə bir yox, yox, problem yox. Bir olanda. dəqiqə səbirli olun, səbirli olun. Burada axı dərsdə baş verir. Dərsdə baş verən şeyi siz direktora, psixoloqa yönəltmək olar ya, amma sonradan da, yəni rəhbərliyə yox, direktor əslində düzgün deyil, psixoloqa yönəltmək olar, amma burada deyir ki, sizin səlahiyyətinizdən kənardır. Axı dərsə siz cavab deyilsiniz. Bu sizin səlahiyyətinizdədir elə. Hadisə dərs zamanı da axı burada uşaq fəal iştirak etmir. Sinif yoldaşları ilə ünsiyyətdən yayınır. Sinifdə baş verən hər şeyə görə siz cavab deyirsiniz. Sizin səlahiyyətinizdir. Burada deyir səlahiyyətinizdən kənardır. Bu səhvdir, aşkar səhvdir. İzah edə bildim fikrimi. Dərs Bəli, zamanı müəllim. ki, hə, Bəli. 45 dəqiqənin hakimi bizik. Bəli. Şagirdi əlavə dərslərə cəlb etmək və nailiyyətini inkişaf etdirmək üçün ona fərdi fəaliyyət planı hazırlamaq. Bu qalsın. Şagirdlə söhbət apararaq davranışlarının səbəblərini anlamağa çalışmaq. Bir tərəf doğrudur burada. Dəstəyə ehtiyacı olub-olmadığını müəyyənləşdirmək. Mən bu situasiya tam uyğundur. Sinifdə iştirakını artırmaq üçün əlavə ev tapşırığı verilərək məsuliyyət hissini artırmağa çalışmaq. Y variantı ola bilməz. Niyə? Doğru fikirdir. Mən çünki əlavə tapşırıq verməklə o baş verən onun qapalılığın necə aradan qaldıra bilər ki, məsuliyyət hissini artırmağa. Bir uşaq qapalı düşüncə səviyyəsindədir. O uşağa əlavə tapşırıq verməklə daha onu yükləyər. Sizin fikirlərim. Niyə Y ola bilməz? Mən bilməyim. Elə odur. O da əlavədir. Hə, indi burada ya D olmalıdır, ya C olmalıdır. Şagirdi əlavə dərslərə cəlb etmək, nailiyyətini inkişaf etdirmək üçün ona fərdi fəaliyyət planı hazırlamaq. D-dir cavab mənim. C-ni niyə çıxartdınız? Çünki mənim əlavə dərslərə cəlb etmək, bu Y variantı kimi əlavə dərslərə cəlb eləmək, onun xilas yolu ola bilməz. Bəzi uşaq yüklənəcək. Tapşırıqları eləmir axı. Yenə fərdi fəaliyyət planı hazırlamaq uyğundur. Yox, elə o uyğun deyil. Niyə? Səhv yerindən tutdunuz. Fərdi uyğun deyil. Gəlin belə sual verim. Sizcə niyə fərdi uyğun deyil? Bərabərlik prinsipini pozur. Yox. Çünki bu uşaq onsuz da sakit, qapalı uşaqdır da. Fərdi olanda lap özünə qapalı olacaq, düzdür? Bir qismi doğrudur, amma tam bu deyil. Uşaqlarla bir yerdə olanda dayıcı müəllim yaxşı ola bilər o uşaq. Fərdi olanda dayıcı özünə qapana bilər o cəhətdən. Hə. Çünki uşağın iki problemi var. Bizim tapacağımız variant onun bütün problemini həll eləməlidir. Situasiyada iki problem var. Bir, fəal iştirak eləmir. Bir. Bir də sinif yoldaşlarından ünsiyyətdən yayınır. 2. Fərdi fəaliyyət planı hazırlayanda uşaq fərdi işləməlidir də, tək ona uyğun plan. Yaxşı, fəal iştirakını təmin elədik, amma ünsiyyət qalır axı. Fərdi olanda tək işləyir də, bu yoldaşlarla ünsiyyətə ehtiyac olmur. Onda biz bunun bir problemini körəfəhm elədik. İkinci qaldı. Demək, yanaşmamız natamam olur da, ona görə düzgün deyil. Kompleks səhvdir, ona görə C səhvdir. D-ni götürdük, eləmi? D-ni. Bəli, D-də isə davranışlarının səbəbini anlamağa çalışmaq. Fikir verin, davranışlarının cəmdədir. Niyə fəal iştirak eləmirsən? Niyə yoldaşlarla ünsiyyət qurmursan? 2 dənədirmi? Davranışlarının sözünə düz gəlir. Bəli. Cümlə tamamilə doğrudur. Dəstəyə ehtiyacı olmadığını müəyyənləşdirmək. Bəli, D variantı uyğundur. Hə. Bu yoxsa davranışlarının, yəni 2 dənə davranışı var. Fəal iştirak etməmək, passiv və ünsiyyətdən yayınmaq. Hər iki davranışın səbəbini anlamağa çalışmaq. Bu sualın yazılışını bəyəndim. Kim yazıbsa baş sındırın.
Çox güman İlkin müəllim özü yazıb. Onun dəst xəttinə oxşayır. Oxuyum mənim 9-da yoxsa? Bəli. Müəllim. Şagirdin KSK-lərin nəticələri gözləniləndən aşağı olur. Valideyn səbəbləri öyrənmək üçün müəllimlə əlaqə saxlayır. Uşaq KSK yazır, aşağı nəticəsi olur, valideyn müəllimlə əlaqə saxlayır. Müəllim valideynə bildirir ki, övladın mövzuları tam mənimsəyib və testlərdə diqqətsizlik edib. O, bu çatışmamızlığı aradan qaldırması üçün əlavə məşğələlər planlaşdıracağını və şagirdi mərhələ şəkildə dəstəkləyəcəyini bildirir. Belə situasiyada müəllimin yanaşmasında ən düzgün əks etdirən fikri seçin. Deməli, valideyn deyir ki, uşaq belə. Müəllim qiymətləndirmənin nəticəsini əsas götürərək məsuliyyəti əsas şagirdin fərdi səylərin üzərinə qoyur və nəticələrin yaxşılaşmasını onun daha çox çalışması ilə əlaqələndirir. B bəndi. Müəllim nəticələri yalnız summativ göstərici kimi qəbul edir, əlavə məşğələləri mövcud proqramı daha intensiv şəkildə təkrarını təşkil etməyə planlaşdırır. B variantı səhvdir müəllim. Deyir ki, uşağın nəticələri yalnız summativ göstəriciləri kimi qəbul edir. Uşağın nəticələri müəllim yalnız summativ göstəriciləri kimi götürülə bilər. Burada cümləni səhv başa düşdüm. Summativi əsas götürülür burada uşaq üçün. Bu səhvdir bu fikir. Deməli, müəllim nəticələri dəyərləndirir. Bəli. Çətinliklərin səbəbini müəyyənləşdirir. Bəli. Şagirdi fərdi ehtiyaclarına uyğun dəstək mexanizmi ilə inkişaf etdirməyi hədəfləyir. Bu müsbət fikirdir mənim. Amma bilmirəm, dəqiq deyə bilmərəm. Müəllim aşağı nəticəni diqqətsizliklə izah edir. Əsas həll yolu kimi nəzarətin gücləndirilməsi daha çox test tətbiqinin məqsədini hesab edir. Müəllim valideynlə əməkdaşlıq quraraq şagirdin nəticələrini ümumi sinif göstəricilərlə müqayisə aparır. Xeyr, uşağı ümumi siniflə müqayisə eləmək və mövzuların yenidən izahı ilə problemi aradan qaldırmağı planlaşdırır. Müəllim, summativ olandan sonra yenidən o mövzulara düzgündür ki, müəllim qayıdıb uşağa təzədən onu izah eləsin. Belə bir şey olar. Yəqin ki, olmaz. Yaxşı, bunu çıxartdıq. Mümkün olmur. Olmaz deyirik. Hədə biz proqramı artıq keçib bitirmişik, bir də geriyə qayıtmaq olmaz, mən belə düşünürəm. Olmaz. Deməli, burada müsbət olaraq situasiyaya uyğun ən yaxşı fikir müəllim uşağın nəticəsini dəyərləndirir ki, niyə summativdə hardadır çətinliyin, onu aydınlaşdırır, şagirdin fərdi ehtiyacına uyğun dəstək mexanizmini inkişaf etdirməyə hədəfləyir. C-dir mənim burada. Bəli, C qalır. Burada məsuliyyəti atır onun üstünə. Bu deyil. B-də çatışmazlığı aradan qaldırmaq üçün əlavə məşğələ deyir. Amma B-də deyir ki, əlavə məşğələlərdə mövcud proqramın təkrarını. Bu da düzgün yanaşma deyil, situasiyadakı deyil. D-də aşağı nəticəni diqqətsizliklə izah edib, həll yolu kimi nəzarətin gücləndirilməsi də deyil. Növbəti. Deməli, 10-cu sual. Aşağıda müəllimin dərsi planlaşdırma ilə bağlı yanaşmaları təqdim olunur. Deməli, dərsi planlaşdırma ilə bağlı. Hansı yanaşmalar müəllimin dərsi planlaşdırma bacarığını kifayət qədər formalaşdığını göstərir? Formalaşdığını harada yazdı burada? Formalaşmadığını göstərir. İmtahanda da belə eləsəz qanımız qaralacaq valla. Bir də oxuyacam da orada. Belə oxuyuram deyənə xırdadır formalaşmadı. Dəqiq oxuyun, mütləq formalaşmadığını deyir. Ona görə bir də qayıdıram da. Aşağıdakı Burada bütün cavablar düz olar ki, sizə 4 də düz olacaq formalaşdığın olsa.
Deməli, heç sual mənə çatmadı müəllim. Aşağıdakı deməli, aşağıda müəllimin dərsi O boş verin. planı. O cümlə bura artıq düşüb. Bu sualı ChatGPT-yə yazıblar. Nədə mənim çatmır da biz bilənçini Bu suallar. cümlə lazım deyil. Hansı yanaşmalar müəllimin dərsi planlaşdırma bacarığını kifayət formalaşmalı göstərir? Yanaşmalar yazdı. Onda belə çıxır ki, 4 dənə seçməliyik. Hansı yanaşma olmalı? Diyorsa ChatGPT ilə yazıblar sana. Hə, hansı Cümlə yəni? quruluşundan bilinir ki, erməni budaq cümləsidir. Deməli biz burada səhv fikri tapacağıq müəllimlə. Tip planlaşdırmanın səhv elədiyi fikir tap. Müəllimin məqsəd və fəaliyyətlərini əvvəlcədən müəyyənləşdirdiyinə görə, müəllim məqsəd və fəaliyyətlərini əvvəlcədən müəyyənləşdirdiyinə görə dərsdə gözlənilməz çətinliklərə uyğun planında dəyişiklik etməyə ehtiyac duymur. Xeyr müəllim, niyə duymur ki? Biz elə oldu ki, bir də koronavirus oldu, nə oldu? Biz planımızda bəzən mövzuları qısaltdıq. Bu sözü Fikir verirsiniz, ChatGPT sualı olduğu necə bilinir? Duymur, səhvdir də bu. Qalanlarına baxın, nəzərə alır, əlaqələndirir, seçim edə bilsin, formalaşdırır. Görsən, hamısı təsdiqdədir. Bəli. Oxumağa ehtiyac yoxdur. Bəli. Bunların çünki ChatGPT sual quruluşunu anlaya bilmir. Ona deyirlər ki, elə planlaşdırma mövzusunda sual yaz. O da süni intellektdir də, düzgün komanda versən. Yaza bilir, amma düzgün komanda versən yaza bilir. O da götürür 4 dənə düzgün fikir qoyur, təsdiq. 4 dənə təsdiq. Bir dənə də inkar qoyur və cavab onu götürür. İnsan yazsa bunu belə qoymayacaq. İnsan bilir ki, bu oxunan kimi görsənir bu. Fikirləşin, sual çünki belə olanda ChatGPT ilə sual yazıb öyrənmək olar, amma belə olanda öyrədicilik funksiyası itir də sualın. Kör 4 dənə təsdiq feil görürəm və sualı oxumadım. Heç variantlara baxmadım. Sadəcə işim budur da, öyrəşmişəm deyə ilk olaraq feillərə baxdım cümlələrin sonunda ki, görüm 4 də təsdiqdir, inkardır. 4 dənə təsdiq, bir inkar görən kimi gedib inkarı götürəcəm də. Bəsitləşmə budur da, həddən artıq çox bəsitləşib. Süni intellektə yaxşı sual yazdırmaq olar, amma ona düzgün komanda vermək lazımdır. Düzgün istiqamətlər göstərmək lazımdır. Müəllim, indi bunlar hamısı təsdiqdədir, yəni bu təsdiqdə deyil. Amma yenə də bu cümləyə baxanda burada deyir ki, çətinliklərə uyğun planında dəyişiklik etməyə ehtiyac duymur. Duymur da. Mən olsam o cümləni ehtiyac duyur eləyərdim, amma ortasında səhv buraxardım. Aydındır, mən 5-ini də təsdiq verərdim də. Ehtiyac duyur, amma ortada fərqli bir söz qoyardım, o səhv olardı. Müəllim, ümumiyyətlə o düz fikirdirmi? Üzr istəyirəm, bir dərsdən hər şey çıxacam. Bizdə bir müəllim var, 8 dənə kurikulum yazıb. Deyir ki, mən təsdiqdə nə varsa hamısını ona götürmüşdüm. Düppədüz gəldi suallar. Baş verilirsin. Ay, nə bilim, oxumamışdı axı. Oxumadığı halda 8 dənə düz yazmış. İndi bax, yaxşı, indi bax, bu 10-cu sual çıxdı qabağınıza. Bəli. Təsdiqdə götür düz çıxacaq. Yox, deyil. Elə ona görə baxdım da. Görürsünüz, səhvdir də. Elə danışan insanları çox belə şey eləməyin. Biləm, iş yoldaşınızdır, amma məntiqi mühakiməsi ciddi alınacaq səviyyədə deyil. İndi ona baxdım ki, müəllim deyir ki, hamısını təsdiqdə. Yəni, götürün təsdiqdə. Görürsünüz, 4 dənə təsdiq var. Bu necə olacaq bəs? Düzgün yanaşma deyil də, hər sualın özünün işləmə mexanizmi fərqlidir. Elə şeylərə fikir verməyin, inanmayın elə şeylərə. Oxuyum da, digər mənim oxusun mənim. Hə, təşəkkür edirəm. Çox sağ olun. Buyurun Gülnara müəllimə. Bayaqdan çatda görürəm, düz yazırsınız sualları. Bəli. Deməli 11-ci sual. Müəllim şagirdlərə belə bir problem təqdim edir. Sadə materiallardan istifadə etməklə elastik qüvvənin təsiri ilə hərəkət edən mexanizmi qurmaq mümkündürmü? Şagirdlər qrup halında rezin, lint, karton və digər materiallardan istifadə edərək model hazırlayır. Mexanizmin hərəkət məsafəsini təsir edən amilləri müşahidə edir, nəticələri müqayisə edir və qüvvə ilə hərəkət arasında əlaqəni əsaslandırmağa çalışırlar.
Sonda qruplar nəticələrini təqdim edir. Verilmiş situasiya ilə bağlı aşağıdakı fikirlərdən hansıları söyləmək olmaz? Müəllim fəaliyyəti şagirdlərin müşahidə və müqayisə əsasında nəticə çıxarmasına imkan yaradaraq anlayışların tədricən formalaşmasını dəstəkləyir. Bəli, müşahidə və müqayisə əsasında. Bu düzgündür. 2. Şagirdlərin fəaliyyəti əsasən əvvəlcədən məlum elmi qanun mexaniki şəkildə təsdiqinə yönəldiyindən araşdırma elementi məhdud xarakter daşıyır. Araşdırma elementi. Şagirdlərin fəaliyyəti əsasən əvvəlcədən məlum elmi qanunun mexaniki şəkildə təsdiqinə yönəldiyindən araşdırma elmi məhdud xarakter daşıyır. Yəqin burada məhdud xarakter daşımaq, sadə materiallardan istifadə etməklə elastik qüvvənin təsiri ilə hərəkət edən mexanizmi qurmaq mümkündür. Məhdud xarakter daşıyır. Məncə bu da düzgündür. Çünki qanunu verir, ona uyğun. Məncə bu düzgündür. Araşdırma elementi məhdud xarakter daşıyır. Düzgündür, düz qoydum. Yaxşı, ona hələ ki plus qoyun, qayıdacağam ona. Şagirdlər müşahidə etdikləri nəticələri müqayisə edərək qüvvə ilə hərəkət arasında səbəb-nəticə əlaqəsini müəyyənləşdirməyə çalışırlar. 3 tamamilə düzgündür. Məncə 3 düzgündür. 4-də baxaq. Təcrübənin qurulması və nəticələrin şərhi şagirdlərin müşahidəyə əsaslanan düşünmə ilə yanaşı məntiqi ümumiləşdirmə bacarıqlarını da aktivləşdirir. Təcrübənin qurulması, nəticələrin şərhi şagirdlərin müşahidəyə əsaslanan düşünmə ilə yanaşı məntiqi ümumiləşdirmə bacarığını aktivləşdirir. Bu da düz olacaq. Fəaliyyəti daha çox mexanizmin qurulma ardıcılığına mənimsənilməsinə yönəldiyi üçün konseptual anlayışların formalaşmasına ciddi təsir göstərmir. Burada cavab 2-5-dir. 5 yanlışdır. Necə qərar verdiniz bəs? Hamısına düz dediniz, axırda Yox, dediniz 5-i mənim olsa yanlış deyəcəkdim. 5 tamamilə yanlışdır. 2-də biraz tərəddüd etmişdim. 2-ni niyə yanlış götürürəm? Şagirdlərin burada araşdırma elementi məhdud xarakter daşıyır ifadəsinə görə. Məhdud xarakter daşımır, geniş xarakter daşıya bilər. Konseptuallaşdırma tapşırıqları hansı təfəkkürə aid edir? Konseptual bir dəqiqə yadıma salım. Konseptual bilik var da, onu bilirəm ki, biliklərin əlaqələndirilməsi idi. Konseptuallaşdırma tapşırıqları hansı təfəkkürü inkişaf etdirir? Məntiqi olar, məntiqi. Qəbul olduq. Analitik təfəkkür deyildi. Necə? Analitik deyildi. Yox. Konseptuallaşdırma nədir? Anlama, məna çıxarma. Bəli, bir dəqiqə mənimlə. Məntiqi, təfəkkür. Prosedual deyildi. Nəhayət, dərs materialını açıq göstərək. Ay, mən belə suallar verməyin də. Ağlıma gəlir. Bundan sonra yazacağam mən 100%. Bizi əvvəl Belə nəyisə düşdüsə yadıma, beynimə, mən bundan 100% sual yazacağam. Bu həftə sonuna da bir xeyli sual yazır verməliyəm. Xəxraz elə bu aralar təfəkkürləri işləyirəm. Konseptuallaşdırma tapşırıqları. Bir dəqiqə, hanı? Hə. Analitik olardı, analiz. Analitik dedim. Niyə analiz olsun? Bu abstrakt niyə olmasın? Bir də mənə deyin də. Abstrakt. Nümunə, dövlət anlayışını hüquqi terminlərdən istifadə etmədən izah et. Konseptuallaşdırma da. Konseptual bilik nədir? Mənasını başa düşməkdə. Nə üçün sualı deyil? Bəli. Həmin şeydir də. Dövlət anlayışını hüquqi terminlərdən istifadə etmədən izah et. Yəni, konseptuallaşdırma tapşırığı anlayışın kitabda yazılan qaydasını, tərifini yox, mahiyyətini, tətbiq sərhədlərini dərk etmək üçündür. Bu da nəyə aiddir? Abstrakt təfəkkürə aiddir. Dərsdə göstərmişdim də bunu. Abstrakt təfəkkürün inkişafına necə dəstək göstərə bilərik? Burada birinci addım konseptuallaşdırma tapşırıqlarıdır. Yəni, öyrəndiyi anlayışın mahiyyətini və arxasındakı əsas ideyaları dərk etməyə xidmət edir bu tapşırıqlar. Çünki bizim məqsədimiz uşağa qayda əzbərlətmək yox, anlayışı uşağın öz sözləri ilə izah etməsi, sərhədlərini və tətbiqini anlamasıdır.
Yəni bir növ uşağı xatırlamaqdan keçidirik nəyə? Anlamaq mərhələsinə. Aydındır? Bəli. İnşallah ki, aydındır. Demək, konseptuallaşdırma tapşırıqları hansı təfəkkürün inkişafına xidmət elədi? Abstrakt dediniz də səhv etmirəmsə. Yəni hansı? Abstrakt demədiniz müəllim. Abstrakt dedim, bəli. Abstrakt. Yerli o. Sizin bu çətinliyinizə görə həftə sonu ölkənin yarısı bu çətinliyi yaşayacaq. Müəllim. Bundan 100% mən buna aid sual yazacağım sınaqlara. Müəllim, yazın biz də daha da möhkəmləndirək. 12. 12. Müəllim dərslərində müxtəlif təlim strategiyalarından istifadə edir. Əməkdaşlığa əsaslanan qrup işi, fərdi tapşırıqlar, sinifdaxili müzakirə, vizual materiallar və real həyatla əlaqələndirilmiş nümunələr. Aşağıdakı nəticələrdən hansı müəllimin müxtəlif təlim strategiyalarından istifadəsinin pedaqoji baxımdan ən əsas müsbət nəticəsini əks etdirir? Suala bax ya. Bəli, A variantı. Müəllim təlim strategiyasının tətbiqi dərsin strukturlaşdırılmasını gücləndirir, şagirdlərdə dərs prosesində qarşı məsuliyyət hissini artırır və təlim mühitində nizamlıq yaradır. Dərs prosesinə qarşı. Bəli. Bir dəqiqə, bu əslində burada səhv görmürəm. A variantı düzgündür. B variantı. Müəllimin fərqli yanaşmalardan istifadə etməsi şagirdlərin tapşırıqları yerinə yetirmə prosesində özlərinə inamını artırır və onların müəllimin gözləntilərini daha aydın dərk etməsinə şərait yaradır. B də düzdür. Belə başa düşürəm ki, bunların hamısı düzgün olacaq, amma bizə ən lazımdır, ən əsas. Sualın özü bizə görünür. Sualın özü çox belə şeydir. Müsbət nəticə deyil, ürəyi soyumayıb, əvvəlinə əsas qoyub, yenə ürəyi soyumayıb, əvvəlinə bir də ən qoyub. Bəli. Yəni bunların hamısı müsbət ola bilər. İçindən əsasları seçməliyik. O əsasların da içindən ən əsası seçməliyik. Başa düşdüm. Onda A variantı olmayacaq. Təlimin strukturlaşdırılması düzdür, burada təmin olunur, amma məncə düşünürəm ki, ən əsas odur ki, fərqli yanaşma həyata keçirməklə şagirdlərin öyrənmə prosesini daha da gücləndirmiş olur. Çünki bir növ differensial yanaşma edir də, düzdürmü? Düz deyirəm. Yaxşı, müəllim. C variantı. Mən də sizin bir yerdə görmək sualı. Dərhal istəyirsiniz ki, mən cavab verim. Mən ChatGPT deyiləm, təəssüf ki. Götür qoy eləməliyəm axı. ChatGPT bayaq dedim müəllim, o analitik təfəkkür deyil. Hə, dərhal necə? ChatGPT-yə bayaq verdim o sualı. Siz dediniz, yuxarıda sual vardı. Hansı təfəkkürün növüdür? Ona analitik cavabını verdim. Hə, elə olar. Bəli, yanlış eləyəm. O yanlış ChatGPT inandırmaq olur da. Ona yazın ki, müəllimim deyir ki, cavab falan şeydir. O da deyir ki, şeydir. Mən gözdən yayındırmışam falan detalı, müəllimin dediyi düzdür. Halüsinasiyalar görmə ehtimalı ən yüksək süni intellekt odur. Bəli. C variantını oxuyum. Oxuyun. Hamısını oxuyun, bir yerdə baxaq hamısına. Təlim strategiyalarının şaxələndirilməsi şagirdlərin fərdi öyrənmə üslublarını və bacarıqlarını üzə çıxarır, dərsə fəal cəlb olunmanı gücləndirir və öyrənmənin dərinliyini artırır. Bu C variantı sanki daha güclü oldu. B-dən də güclü oldu. C-ni saxlayım. Dərsdə müxtəlif üsulların tətbiqi müəllimin sinif idarə etməsini asanlaşdırır. Yox, burada idarə etmədən getmir söhbət. Bu aşkardır, bunu çıxaraq. D yanlışdır. Y variantında müxtəlif təlim strategiyaları dərs prosesinin ardıcıllığı təmin edir, şagirdlərin diqqətini uzun müddət saxlamağa kömək edir və tədrisin ardıcıllığını qoruyur. Müxtəlif təlim strategiyaları dərs prosesinin ardıcıllığı təmin edir. Ardıcıllığın təmin edilməsi və yaxud edilə bilməməsi məncə müxtəlif təlim strategiyalarından asılı deyil. Ona görə yeni çıxaram. Y yanlışdır məncə. Qaldı A-dan B və C. A deyil.
A-nı bilirəm ki, A deyil. Çünki müxtəlif təlim strategiyalarının tətbiqi dərsin strukturlaşdırılmasını gücləndirir. Məncə strukturlaşdırma müxtəlif təlim strategiyalarından asılı deyil. Düz deyirəm məncə, hə? Bəli. A yanlışdır, C olacaq elə burada. Burada nizamlılıq səhvdir. Müxtəlif üsulları istifadə eləməymiş, təlim mühitinin nizamlılıq yaratmır. Nizamlılığı yaradan qayda prosedur gözləntidir. Nizamlılıq davranış məsələsidir. Bəli. Ona görə A getdi. Burada B-də isə müəllimin gözləntiləri. Yanlış ola bilər sizcə? Gözləntiləri aydın dərk eləməyin yolu şagirdlərlə müzakirə eləməkdir. Burada fərdi yanaşmalardan eləmək deyil. Ona görə B-də getdi. C olacaq onda cavab. Mən yeni də çıxarmamışam. Baxaq onda müəllim. Müxtəlif təlim strategiyaları dərs prosesinin ardıcıllığını təmin edir. Ardıcıllıq təmin edən müxtəlif təlim strategiyalardır. Şagirdlərin diqqətini uzun müddət saxlamağa kömək edir. Bu səhvdir. Bəli. Diqqəti uzun müddət saxlamağa kömək edir, yox. Müxtəlif təlim strategiyaları hamının özünə məxsus şəkildə dərsdə ötürülən informasiyanı qəbul etməsinə şərait yaradır. Diqqəti uzun müddət saxlamaq deyil. Yəni, hamımız özümüzə doğma olan, öyrənə bildiyimiz tərsdə bizə dərs keçirsə, hamımız öyrənə bilərik. Bəli. Diqqəti uzun müddət saxlamaq deyil, hamının marağına xitab eləməyə xidmət edir bu. Aydındır? Diqqəti uzun müddət saxlamaq üçün deyil. Bəli, aydındır. Ona görə bu deyil. Elə C qalır bəli. Fərdi öyrənmə üsulları, strategiyaların şaxələndirilməsi, yəni çoxlu, fərqli olması, fərqli öyrənmə üsullarını, bacarıqlarını üzə çıxarır. Çünki hər kəs özünə aid olan xüsusiyyətə uyğun götürür. Dərsə fəal cəlb olunmanı gücləndirir, öyrənmənin dərinliyini artırır. Bəli. Bu doğrudur. Sonra bəli, 13. Cədvələ əsasən uyğunluq pozulmuşdur. Yanlış olanları tapmalıyıq. Müəllim şagird davranışları yalnız müşahidə olunan nəticələrə görə qiymətləndirilməsi doğru deyil. Bu davranış formasına təsir edən psixoloji, sosial amillər də nəzərə alınmalıdır. Bu doğrudur məncə. Bu doğrudur, elə doğru da qeyd edilib. 2. Formativ bəli, formativ qiymətləndirmənin üstünlüyü şagirdin öyrənmə prosesindəki boşluqları vaxtında üzə çıxararaq təlimin gedişini dərhal tənzimləməyə imkan verir. Bu doğrudur, amma yanlış yazıb. Məncə səhvdir. Doğru olmalıydı bu fikir. Doğru. Təbii ki, formativ məqsədi budur. 3. İnsanların dünyanı qavrama, məlumatı emal etmə və qərar vermə yollarına təbii şəkildə fərqlənir. Bəli, və bu fərqləri üstünlük, çatışmazlıq kimi deyil, müxtəliflik kimi anlamaq lazımdır. Bəli, bu tamamilə doğrudur. Doğru da qeyd edilib. 4. Sinifin sinifin idarə olunması müəllimin sinifdə sakitlik yaratması deyil, şagirdlərlə qarşılıqlı etimada əsaslanan münasibət quraraq öyrənmək üçün təhlükəsiz, nizamlı və axıcı mühit yaratmaq bacarıqdır. Bu da doğrudur. İndi biz olacaq 2-4. 2-4. Yaxşı cümlələrdir, bu quruluş bəsitdir. 14. 14. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrunun altından yanlışı, yanlışın altından doğrunu seçməliyik. Müəllim gündəlik planı sadəcə dərsin gedişatını əks etdirmir, şagirdin marağını, vaxtının səmərəli istifadəsini təmin edən peşəkar istiqamət xəritəsidir. Bu doğrudur. Doğru da qeyd edilir. Bəli, planlaşdırmanın xüsusiyyəti. 2. Konstruktiv rəylə müəllim şagirdə konkret həll yollarını göstərdiyi üçün şagirdin özünü düşünməsinə ehtiyac qalmır və bu da öyrənməni daha sürətli edir. Məncə bu yanlışdır. Konstruktiv rəy müəllim şagirdə konkret həll yollarını göstərir. Konkret həll yollarını göstərir. Məncə konkret həll yolunu Özünün düşünməsinə ehtiyac qalmır yeri səhvdir. Bəli, həm də konkret həll yolu göstərmir. Həmin konkret həll yolu istiqamətləndirir. Məncə. Ona görə 2 yanlışdır. 2-ni götürəcəyik. Yanlış hissəyə baxaq. Sosial emosional öyrənmə şagirdlərin yalnız akademik fəaliyyəti ilə məhdudlaşmır. Məzmunu real həyat situasiyaları ilə əlaqələndirərək onlarda yumşaq bacarıqlarını formalaşdırır. Sosial emosional öyrənmə.
Doğrudur, amma yanlışını aşağısından qeyd edib, ona görə götürəcəyik. Cavab elə 2-3-dür məncə. 4-ə baxaq. Problem əsaslı təlim modeli məzmunu əsas... Uyğunluq deyil axı burada. Siz niyə elə götürdünüz? Uyğunsuzluq kimi götürürəm. Bir dəqiqə, bir dəqiqə. Onda bir dənə 4-ə baxım. Onda 1-4 olacaq. Problem əsaslı təlim modeli məzmunu əsasən müəllimin dəstəyi olmadan şagirdlərin mənimsənməsini hədəflədiyi üçün strukturlaşdırılmış dərs planına və mərhələli istiqamətləndirməyə ehtiyac qalmır. Burada yanlışdır. 4 yanlışdır. Bəli, Cavab 1-4 olacaq. düzdür. 15. 15. Bax, Müəllim planlaşdırmadan yuxarıdakı kimi sual düşmə ehtimalı azdır, amma 15 kimi sual düşür. Bəli. Müəllim şagirdlərə qrup işi verir. Tapşırıq belədir. Şagirdlər gündəlik həyatda rast gəlinən bir problemi seçməli, problemin səbəblərini, nəticələrini və həll yollarını araşdırmalı və nəticələri plakat şəklində təqdim etməlidirlər. Gündəlik həyatda rast gəlinən problem. Aha. Müəllim tapşırığın qiymətləndirilməsi üçün aşağıdakı meyarları əvvəlcədən açıqlayır. Problemin düzgün müəyyənləşdirilməsi və təhlili, həll yollarının əsaslandırılması, qrup əməkdaşlığı. Müəllim tapşırığın icrası zamanı qrupları müşahidə edir, lakin hazır həll təqdim etmir. Yuxarıda təsvir olunan tapşırığa əsasən müəllimin məqsədi ilə bağlı doğru fikirləri müəyyən edin. 1. Müəllim şagirdlərdə real həyat problemlərini təhlil etmə və əsaslandırılmış həll yolları ilə irəli sürmə bacarığını inkişaf etdirir. 1 doğrudur, bəli. 2. Müəllim gündəlik həyatdan problem seçilməsini tələb etməklə şagirdlərin mövzuya emosional yanaşmasının əsas məqsəd kimi ön plana çıxarır. Deməli, burada məqsəd müəllim gündəlik həyatda problem seçilməsini tələb etməklə şagirdin mövzuya emosional yanaşmasını əsas məqsəd kimi ön plana çıxardır. Əsas məqsəd kimi məncə ön plana çıxartmır. 2 məncə yanlışdır. Burada əsas məqsəd emosional yanaşmanın ön plana çıxarılması deyil. 3-də müəllim şagirdlərin problemi araşdırma prosesində müstəqil düşünmə və qərar vermə bacarıqlarını dəstəkləyir. 3 doğrudur. 1-3. 4. Müəllim qrup üzvlərinin hamısının iştirakını meyar kimi göstərməklə, bəli, qrup əməkdaşlıq meyarı nəzərdə tutur, təqdimatların məzmunu baxımından eyni olmasını təmin etməyə çalışır. Yox, bu yanlışdır. Cümlənin yarıya kimi düz gəlmişdi, amma eyni olması fikri yanlışdır. 4 yanlışdır. 5. Müəllim qrup işi vasitəsilə əməkdaşlıq, rol bölgüsü və qarşılıqlı məsuliyyət kimi sosial bacarıqlar formalaşdırır. Doğrudur. Cavab 1-3-5. Bəli. Bəli. Düzdür. Düzdür. Tapşırıqların eyni olmasını istəmir. Sadəcə qiymətləndirmə meyarı eyni olmalıdır ki, ədalətli olsun. Yəni hamının eyni xüsusiyyətlərinə görə qiymətləndirmə. Demirik ki, hamı eyni işi qoysun ortaya. Bəli. Düzdür. Təşəkkür edirəm Günara məndən. Mikslər içərisində məncə ən yaxşısı hələ ki sizsiz. İxtisas çətindir müəllim. Miqdə ixtisasda qarşıma nə çıxacaq bilmirəm. Hər şey. Miqdə ixtisasda qarşınıza hər şey Problem çıxacaq. doğrudur, elə hər şey sərhədsiz. Konkret izahım, metodikanı yazacaqsınız. Bəli. Hətta diqqətli olsanız maksimumda yaza bilərsiniz həqiqətən. İlk dəfə gedirsiniz də Miqə, yoxsa getmisiniz? İlk dəfə getmişəm. Gedirəm, daha doğrusu. İlk dəfə gedirəm. İlk dəfə getmişəm, biraz İlk dəfə gedirəm. İşte Bəli. bu il bitirmisiniz universiteti? Xeyr, müəllim, mən bu il magistr bitirdim. Hə, hələ magistrda oxumusunuz. Bəli, bəli, təəssüflər olsun. TTM oxumusunuz? MBA oxumuşam. MBA, hə, o da düz eləmisiniz, bu yaxşıdır. Bəli, MBA insan resurslarının idarə edilməsi. Gözəl, gözəl. Azərbaycanda çox yaxşı iş tapa biləcəyiniz ixtisasdır. Hiss olunur ki, müəllim kinayə ilə deyirsiniz. Görə başqa ixtisaslar rahat iş tapır. Bir dənə qalıb HR. Ramin müəllim. Salam, axşam xeyir müəllim. Axşam xeyir. 16-cı sualda elə deyil. Bəli. Deməli deyir ki, müəllim bir şagirdin dərs zamanı diqqətini tez-tez yayılması, tapşırıqları yarımçıq qoymasını və sinif fəaliyyətlərində pasiv iştirak etdiyini müşahidə edir. Müəllim şagirdlə fərdi şəkildə danışsa da heç bir nəticə olmur.
heç bir nəticə olmur. Bu səbəbdən müəllim valideynlə görüş təşkil edir, müşahidələrini konkret nümunələrlə izah edir, valideynin fikirlərini dinləyir və müəllim-valideyn əməkdaşlığı çərçivəsində ortaq dəstək planı hazırlayırlar. Allah şəfa versin, Ram müəllim. Hə, Allah razı olsun. Səsini Bilirsən, dəyişib. bəli, bəli. Bu vəziyyətdə hansı Ortaladım da, yəni səhv tapsaz müəllim, xəstə idim. Geçsin. bəli, bəhanə kimi. Bu vəziyyətdə hansı cavab müəllim-valideyn əməkdaşlığının nəticəsi ola bilməz? Yəni nəticə ola bilməz də, yəni müəllim A bəndi, müəllim-valideyn razılaşırlar ki, şagird üçün gündəlik qısa konkret məqsədlər müəyyən edilsin. Həm evdə, həm də məktəbdə bu məqsədlərin icrası izlənilsin və həftəlik rəylər verilsin. Bu müəllim-valideyn əməkdaşlığı çərçivəsində ortaq dəstək yaxşıdır da, yəni burada məncə problem yoxdur. Yəni nəticə ola bilər ki, gündəlik qısa konkret məqsədlər müəyyən edirlər, həm evdə, həm də məktəbdə. Evdə deyək ki, valideyn, məktəbdə müəllim həmin o məqsədlər icrasını izləyir və həftəlik rəylər verirlər də qarşılıqlı olaraq. Məncə nəticəsi ola bilər. B-də deyir ki, valideyn evdə dərs müddətini daha strukturlaşmış hala gətirir. Müəllim isə sinifdə tapşırıqları mərhələləndirərək şagirdin diqqətini daha uzun müddət saxlamağa çalışır. Mətndə bu problem var. Diqqət tez-tez yayınır. Müəllim o problemi aradan qaldırmaq üçün sinifdə tapşırıqları tez-tez mərhələləndirir. Yəni mən belə başa düşdüm də, bilmirəm, yəqin ki, deyir ki, məsələn uzun-uzadı getmir də, mərhələ-mərhələ gedir ki, şagirdin diqqəti yayınmasın. Yəni diqqəti uzun müddətdə saxlaya bilsin. Valideyn də məsələn evdə deyir ki, dərs müddətini daha strukturlaşmış hala gətirir. Yəqin ki, dərs müddəti deyəndə yəqin ki, bu saatdan bu saata durub oxuyasam, bu saatdan bu saata mən belə başa düşdüm. Burada da məncə problem deyil, nəticəsi ola bilər. Müəllim C-yə baxaq. Müəllim valideyn şagirdlərin diqqətinin yayılmasının mümkün səbəblərini araşdırmaq üçün məktəbin psixoloqunun dəstəyini almağı qərar verirlər və birgə izləmə mexanizmi qururlar. Diqqətin yayılmasının mümkün səbəblərini araşdırmaq üçün məktəb psixoloqu əslində ola bilər. Çünki psixoloji olaraq da uşaqda nə baş verir, bəlkə də ola bilər. Amma bəlkə də olmaya bilər, bilmirəm. Diqqəti yaydıran, amma bunu müəllim də tuta bilər, valideyn də tuta bilər. Amma məktəb psixoloqunun bunlar dəstək ala bilərlər də, yəni bəlkə də səhvdir, bilmirəm. Mən müsbət kimi qəbul edirəm ki, yəni məktəb psixoloqunun əslində dəstəyini almağa, bu demir də, yəni biz gedib hər şey dəstək sadəcə alırıq da ondan. Məncə bu da müsbət ola bilər. Bəlkə də səhv deyirəm, bilmirəm. Amma mən yəni bunu nəticəsi ola bilər kimi götürə bilərdim ki, çünki məktəb... Bircə həll mexanizmi varsa, biz onu müsbət götürürük də. Bəli. Çünki biz nə istəyirik? Müəllim-şagird əməkdaşlığı olsun da orada, müəllim-valideyni daha doğrusu. Bu da bircə həll yolundan keçir də, müəllim-valideyn əməkdaşlığı. Bəli. D-də deyir ki, valideyn müəllim-şagirdin akademik bacarıqlarının vacibliyini nəzərə alaraq, onun əlavə məşğələlərə yazılması ilə bağlı razılığa bunda səhv yazılar deyəsən, razılığa gəlirlər. Burada məncə əlavə məşğələlər artıq məncə yanlışdır. Çünki şagird hələ dərsini tapşırıqlar yarımçıq qoyur, sinif fəaliyyətlərində passivdir. Buna əlavə tapşırıqlar, əlavə məşğələrə yazmaqla daha da cəza verə bilərlər də bu ancaq uşağa. Hələ mövcud vəziyyəti aradan qaldırmaq üçün məncə işləsələr daha yaxşıdır ki, nəinki ona əlavə məşğələr yazılması məncə nəticəsi ola bilməz deyə düşünürəm. Çünki bu uşaqların ən çox sıxıntı çəkdiyi əlavə məşğələlərdir ki, dərsdən sonra əlavə məşğələsi, yəni ola bilər. E-də bir dənə baxım, müəllim, valideyn, şagird üçün müsbət davranış tanımlanmış tapşırıqlara görə şagird üçün müsbət davranış tanımlanmış tapşırıqlara görə motivasiya mexanizmini müəyyən edir və irəliləyişin qeyd olunması üçün ortaq izlənmə cədvəli tərtib edirlər. Yəqin ki, ola bilsin ki, mükafat zad veriblər də, motivasiya mexanizmi nə ola bilər?
Ya həftə sonu sənə valideyn deyə bilər, gəzintiyə apara bilər. Müəllim deyə bilər ki, məsələn, mükafat verə bilər. İrəliləyişin də qeyd olunması da ortaq bir cədvəl də tərtib edə. Bu da nəticə ola bilər. Debriz, Baxın, əlavə ortaq məşğələlər. izlənmə, birgə izləmə. Bəli, Bunlar hamısı əməkdaşlıq nəticəsində ortaya çıxaran həll mexanizmləridir. Ona görə bu bunlar hamısı doğrudur. müşahidələr Bu belədir. əlavə məşğələyə yazıb, bu birgə həll yolu deyil. Bəli. 17. Müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyənləşdirin. Yanlışı axtarırıq. Müəllim dərs zamanı müşahidə edir ki, bəzi şagirdlər tapşırığı daha tez yerinə yetirir, digərləri isə əlavə izaha ehtiyac duyur. O sürətli işləyən şagirdlər üçün əlavə dərinləşdirici tapşırıqlar təqdim edir, çətinlik yaşayanlar isə istiqamətlərincə suallar verir, dərsin sonunda ümumi nəticəni birlikdə müzakirə edir. Bu doğrudur. Burada yəni diferensial yanaşır da, yəni belə desək ki, məsələn, test tapşırığı yerinə yetirənləri əlavə dərinləşdirici tapşırıqlar təqdim edir ki, işlərini davam etsin. Çətinlik yaşayanlara da belə deyək ki, scaffolding də, yəni dəstək verir. Səhv deyirəm, bilmirəm. Yox, səhv olsa daxil edəcəm. A-nı müsbət görürəm. B-yə baxım. Deyir ki, müəllim tapşırıq verərkən cavabın düzgünlüyündən əlavə şagirdlərin hansı strategiyadan istifadə etdiyini soruşur və fərqli həll yollarını sinifdə müqayisə edir ki, şagirdlər düşünmə proseslərini aydınlaşdırsınlar. Bu da yaxşı bir üsuldur da. Müəllim tapşırıq verərkən cavabın düzgünlüyü, cavab önəmli deyil də. Yəni siz hansı strategiyadan gəldiniz, o yola çıxdınız, hansı fərqli həll yolları. Bəli, refleksiya edir. Bəli. Düşünmə prosesini aydınlaşdırsınlar istəyir. Bəli. C-də deyir ki, müəllim dərsdə hər kəsin aktivliyi, dərsdə bərabər iştirak səviyyəsini təmin etmək məqsədi ilə bütün şagirdlərin növbə ilə cavab verməsini tələb edir. Cavab verməkdə tərəddüd edənləri israrla prosesə cəlb edir. Bu tələb edir, israrla prosesə cəlb edir fikirləri. Yəni bu deyirikdə pedaqojikada bu doğru deyil. Tələb etmək, israrla uşaq cavab vermək istəyir, amma biz bəlkə uşaq cavab vermək yox, yazı ilə təqdim etmək istəyə bilər. Bəli. Yəni diferensiallığı pozuruq da orada. Tələb edirik ki, elə cavab verməsin şifahi şəkildə bu şəkildə. C cavabı olacaq. D-də deyir ki, müəllim yazılı işləri qiymətləndirərkən həm məzmun keyfiyyətinə, həm də irəliləyiş dinamikasına diqqət yetirir. Əvvəlki nəticələrlə müqayisədə inkişaf göstərən şagirdləri ayrıca qeyd edir. Yazı işləri qiymətləndirərkən həm məzmun keyfiyyətinə, həm də irəliləyiş dinamikasına diqqət yetirir. Əvvəlki nəticələrlə müqayisədə inkişaf göstərən şagirdləri ayrıca qeyd edir. Bu artıq şagirdləri qeyd etmək yaxşıdır da, yəni ki, inkişaf olduğunu. Bu düzgündür də. Biz o sırayda nə dedik? Biz dedik uşaqları bir-birinlə müqayisə eləmə də, özünün əvvəlki vəziyyəti ilə müqayisə elə. Yəni əvvəlki nəticələrlə uşaqları müqayisə edir ki, əvvəl misal üçün də 75 almışdı, indi 95 almısan. Özünün əvvəlki vəziyyətinə müqayisə eləmək daha yaxşıdır. Həqiqətən də elədir, bilməm, o başqasından baxanda adam özünü unudur, elə. Bəli. Bəli. E-də deyir ki, müəllim dərs zamanı sakit və strukturlaşdırılmış mühit yaratmaqla yanaşı, müzakirə, sual vermək üçün təhlükəsiz atmosfer formalaşdırır. Şagirdlərin səhv etməkdən çəkinməməsinə çalışır. Bu da çox önəmli bir məsələdir. Uşaqların ən çox qorxduğu üçün birdən deyirəm, səhv edirəm. Müzakirə, sual vermək, təhlükəsiz atmosfer mühiti bu əslində doğru fikirdir. Yəni burada bu da doğrudur. Yəni yanlışa yol verilmiş səbəbdir. 18. Yenə hansı fikir yanlışdır? Hansı fikir yanlışdır? Şagird A bəndi, şagird davranışının düzgün idarə edilməsi sərt nəzarət üzərində qurulmur. Aydın qaydalar, müsbət gözləntilər, şagirdlə qurulan hörmətə əsaslanan münasibət sayəsində davranış tədricən daxili məsuliyyətə çevrilir. Bu əslində doğrudur da, düzgün idarə edilməsi, sərt nəzarət qurulanda, sərt nəzarət üzərində qurulanda aydın olmur. Amma qaydalar aydın olsa, müsbət gözləntilər, şagirdlə
hörmətə əsaslanan münasibət qurulsa, mən A-nı doğru deyirəm, yanlış deyil. B-də deyir ki, insan davranışını yaxşı və ya pis kimi qiymətləndirmək əvəzinə fərqli düşünmə, qərar vermə, reaksiya modellərinin mövcudluğunu izah edərək fərqliliklərinin daha düzgün anlaşılması imkan yaratmaq lazımdır. Fərqliliklərinə, bu da doğrudur. Məncə, məsəl üçün, belə deyək də, fərqli düşünmə, qərar vermə, reaksiya modellərinin mövcudluğunu izah edərək fərqliliklərdən daha anlaşılır imkan yaratmaq lazımdır. Yəni, mən belə başa düşdüm ki, deyir ki, insan davranışı yaxşı elədin, pis elədin, yox. Nə yaxşıdır düşünək, nə yaxşıdır qərar verək, yaxşı olanı reaksiya modellərinin izah edərək fərqliliklərin daha düzgün anlaşılır imkan yaratmaq lazımdır. Bu, məncə doğrudur. Bəlkə də səhv eləyirəm, bilmirəm, amma mən düz düşünürəm. Səhv izah elədim, bilmirəm. Düz deyirsən, narahat olma. Gelin. C-də Çox deyir səhv ki, olanda mən müdaxilə edəcəm üstə, narahat olma. şahidlərin, Allah razı olsun, C-də deyir ki, şahidlərin fikirlərini sərbəst ifadə edə bildiyi, səhv etməyin, öyrənmənin bir hissəsi kimi qəbul olunduğu və müəllim fasilitator rolunda çıxış etdiyi sinif mühiti səmərəli öyrənməni dəstəkləyən əsas nümunədir. Bu da düz fikirdir, yanlış deyil. Şahidlər fikirlərini sərbəst ifadə edə bilirsə, səhv etmənin, öyrənmənin bir prosesi kimi qəbul edirlərsə, müəllim də fasilitatorsa, deməli, burada səmərəli sinif mühiti var. D-də deyir ki, şagird təzyiq və sərt nəzarət altında deyil, qəbul olunduğunu başa düşüldüyünü və dəyər verildiyi hiss etdiyi müddət daxili motivasiyasını aktivləşdirərək öz potensialını sərbəst şəkildə inkişaf etdirir. Bu da doğrudur. Çünki yəni müsbətdir də, yəni şagird artıq o təzyiqi nəzarət. Bunda yanlışdır. Belə çıxır ki, öyrənmə prosesində şagirdlərə geniş seçim imkanları təqdim edildikdə idarəetmə əsasən müəllimin üzərində cəmlənir və şagirdin məsuliyyəti balanslı şəkildə inkişaf edir. Xeyr. Deməli, burada səhv nədir? Mənim fikrimcə, seçim imkanları verilməsə yaxşı bir şeydir. Amma idarəetmə müəllimin üzərində olmur da. Yox, idarəetmə əsasən müəllimin üzərində olur və şagirdin məsuliyyəti balanslı şəkildə inkişaf edir. Balanslı bəlkə də, hə, müəllimin üzərində cəmlənmək səhvdir. Bir də balanslı ola bilər ki, şagirdin, balanslı, Seçim imkanı vermək, bu şagird yönümlülükdür. bəli. Proses şagirdin mərkəzdə olduğu şagirddir. İdarəetmədə də biz şagirdin fikirlərini nəzərə alırıq da, deməli. Əgər seçim imkanı verirsə, şagird yönümlü yanaşmadır. Bu zaman biz hətta uşaqlara qayda, prosedur, gözlənti qoyanda da bunu şagirdlərlə müzakirə edib bir yerdə qərarlaşdırırıq. Ona görə də yalnız müəllimin üstündə cəmlənir səhv olur da. Burada hər kəsin öz üzərinə düşən məsuliyyətlər var. Müəllim qaydanı, proseduru, gözləntini qoymaq üçün bəli, işi qura bilər. Amma nəticə etibarilə axı o qaydaya əməl eləməli olan şəxs uşaqdır, onu eləməlidir. Ona görə yalnız müəllimin üzərində cəmlənmir də. Burada hər kəsin üzərinə pay düşür. Burada əsasən sözü var. Əsasən müəllimin üzərində cəmlənir. Düzgün deyil. Hər kəs fərdi məsuliyyəti var. Hamı onu dərk edib, ona görə davranmalıdır. Amma vədən sonraki hissəsi düzdür. Məsuliyyətsiz balanslı şəkildə uşaqlar öz güclərinə görə inkişaf edirlər. Bu cümlə artıq burada müəllimin üzərində cəmlənir sözündən sonra balanslı söz də düz gəlmir axı. Onda o balans pozulub artıq. Hə, müəllimə görə də, yəni. Amma şagirdə görə olsaydı düz gedərdi də bu fikir. Təbii ki, düz olardı. Amma müəllimin üzərinə cəmlənir və balanslı şəkildə inkişaf edir, artıq fikir yanlış oldu. Çünki biz iki tərəf var, müəllim, şagird. Birinin üstə cəmlənmişiksə artıq bu cümlə balanslı ola bilməz. Aydındır. Ona görə yeydi burada. Balansda pozulub, bəli. 0-19. Deyək ki, müəllim dərs zamanı müşahidə edir ki, bəzi şagirdlər tapşırıqları daha tez, digərləri isə daha gec yerinə yetirir. Vaxtdan səmərəli istifadə etmək məqsədilə o növbəti dərslərdə tapşırıqlar üçün ayrılan müddəti azaldır və bunun şagirdlərin diqqət məsuliyyət artıracağını düşünür. Lakin bir müddət sonra səhvlərin sayında artım müşahidə olunur. Yaxşı müəllimdir, bu da bizi kimi. Bu situasiyada əsas metodik problemi və daha uyğun həll yolu nədir?
Müəllim yəni problemi necə həll eləsin, uyğun həll yolu nədir? Metodik problem. A. Problem. Müəllim şagirdlərin fərqli işləmə tempini nəzərə almır. Almır. Hətta yəni o əgər vaxtda dəyişiklik edirsə, deməli fərqli işləmə tempini nəzərə almır. Hı-hı. Uyğun həll yolu olmayacaq. Həll yoluna da yenə baxaq istəyirsiniz. Tapşırıqlar üçün vaxt məhdudiyyətini daha da sərtləşdirmək və hamı üçün eyni temp tətbiq etmək yenə də bu deyil. Daha da sərtləşdir. Allahın Bəli, olsun eləyənlər də. bu yanlışdır. Anlat getdi. B-də. Problem müəllim şagirdlərin motivasiya səviyyəsini əsas çətinlik kimi qiymətləndirir. Həll yolda şagirdlərin məsuliyyətini artırmaq üçün əlavə yoxlamalar, nəzarət mexanizmləri tətbiq edir. Bu da problemdir, bilmirəm nəyə görə. Problemi, yəni motivasiya deyil də, problem kimi. Vaxtla bağlı da, yəni sıxıntı Bəli. motivasiya deyil. Problem düzgün qoyulmayıb burada. Bəli. B də yanlışdır. C-yə baxaq. Problem müəllim sürəti öyrənmənin əsas göstəricisi kimi qəbul edir. Fərdi öyrənmə tempini nəzərə almır. Bu da elə problemdir. Çünki deyir, sürətlə öyrənmə əsas məsələdir. Kimsə fərdi öyrənmə tempində nəzərə almır ki, bəlkə kimsə gec öyrənə bilər, tez qavraya bilər. Məncə bu elə bir səhvdir. Həll yolda tapşırıqlarda yalnız vaxt meyarını deyil. O da çünki situasiyada problem şeydir, vaxtla bağlıdır ki, bəzi uşaqlar tez bitirir, bəzi uşaqlar gec bitirir. İndi siz bizə deyirsiniz, əlavə vaxt verəcəm, bax bu məsələdir də yəni. D-də deyir ki, C-də yanlışdır. D-də deyir ki, müəllim dərsin strukturunu kifayət qədər sistemli qurmur. Burada həll yolda dərsin əvvəlində vaxt bölgüsünü daha aydın təlimatlarla müəyyənləşdirmək. Müəllim dərsin strukturunu kifayət qədər sistemli qurmur. Bu ola bilərmi? Sual qaydaq. Dərsən səhv eləmişəm. Diqqət məsuliyyətini artıracağını düşünür. Lakin səhvlərində diqqət məsuliyyətini artıracaq aydın desən. Müəllim nə var onda? Müəllim dərsin strukturunu kifayət qədər sistemli qurmur. Amma burada strukturla bağlı problem yoxdur axı. Bizə nə deyirdi? Deyirdi ki, uyğun həll yolu. Eyni də oxuyum, bilmirəm, bir dənə istəyirsiniz. Görək. Problem müəllim şagirdlərin diqqətini kifayət qədər cəmləşdirə bilmir. Həll yolu tapşırıq zamanı daha çox şifahi suallar verməklə tempi artırmaq. Bizə də elə, orada diqqət məsuliyyətdə var idi, bəlkə də. Bu da yanlış oxşur, bilmirəm. Uyğun həll yolu kimi. Hamısını dərsən çıxarda getdik. Variant qalmadı müəllim. Bunu da atırıq, все. Bununla da sual oldu, açıq sual. Oldu, açıq sual. Ya da səhv sualdır. Artırıq gözü də deyək də yəni. Mən tapmadımsa da demək açıq sualdır. Gəlin bir dənə də baxaq, sürətli bir dənə müəllim. Niyə bəcərəm müəllim? Dosta zəng, auditoriyanın köməyi 50-50-yə. Bu sitasiya müəllim əsas metodik problemi daha uyğun həll yolu nədir? Məncə tapardınız bu müəllim. Səhhətinizlə əlaqədardır. Bəlkə də ola bilər. Yəni tam tuta bilmirəm. 100%, hə, 100%. Burnunuz tutulub, burun tutulduğu üçün beyinə lazımi qədər oksigen getmir. Getmir. Beynin aktiv, fəal olması üçün. Bunun elmi, tibbi səbəbini mən sizə izah edirəm. Allah razı olsun. Ona görə də beyin, belə deyək də, o maşın ki, sarı işıq yananda getmir, sürünür. Biz səhv getmişik, deyəsən, indi başa düşürəm. Burada deyək ki, müəllimin əsas metodu, problem müəllimin problemidir. Biz ona uyğun həll yolu. Hələ sualı indi başa düşürəm. Yəni, deyir, bu situasiyada müəllimin əsas metodik problemidir. Bunu
Məsəl üçün, biz ona uyğun nə yol tapa bilərdik? Ayda, indi başa düşürəm. Hə, Bir dənə sürətli gedə bilərik. Belə baxın, bu müəllimlərin də vaxtını alır. Müəllim bax, şagirdlərin fərqlənmiş işləmə tempini nəzərə alır. Bu problemi düzdür də, onu nəzərə alınır. Tapşırıqsa bu büdcədə sərtləşdirmə, hamı üçün eyni temp. Bu səhvdir, A səhvdir, bilməm. Anı keçək. Bir dənə B-yə baxaq sürətli. Müəllim şagirdlərin motivasiya səviyyəsini əsas çətinlik kimi qiymətləndirir. Burada problem səhvdir də, yəni problem vaxtla bağlıdır. B səhvdir, keçsin. Sonra C-də problem müəllim sürətli öyrənmənin əsas göstəricisi kimi qəbul edir. Fərdi öyrənmə tempini nəzərə almır. Bu problem var. Həll yolu tapşırıqlar yalnız vaxt meyarını deyil, icra keyfiyyətini, fərdi irəliləyişdə nəzərə budur da cavab C-dir. bəli, cavab C. Differensial Bəli, yəni, axı oxumamışdır. bəli, Burada bəli, deyir bəli. ki, yalnız vaxt meyarını deyil, icra keyfiyyətini, fərdi irəliləyişə nəzərə alma, differensial yanaşma tətbiq etmək olardı. Amma müəllim Bəli, burada nə deyir? Daha da sıxır bunları. bəli, bəli, bəli. Funksiyaları istifadə çünki vaxta köklənir. Tapşırıqlar çoxalırlar, müddəti azaldır. Düşünür ki, diqqət və məsuliyyət artacaq. Lakin axı reallıqda belə deyil. Səhvlərin sayı artmağa başlayır. Çünki Bəli, tələsə-tələsə düşür hamı. Burada deyir ki, müəllim burada fərdi öyrənmə, çünki hamının beyin sürəti eyni deyil. Bunu nəzərə almayıb. Problem budur. İndi bizə alternativ həll yolu verir. Deyir ki, ancaq vaxtı yox, müəllim tapşırıqların icra keyfiyyəti, yəni yazılma vəziyyətini ki, hansı müəllim nə qədər vaxt verəndə daha çox düz yazır. Ona fərdi irəliləyişləri nəzərə almaq lazımdır ki, elə müəllim var çox sürətlə inkişaf edir, elə müəllim var gec inkişaf edir. bəli. Nəzərə alır və differensial yanaşma tətbiq edir, o olur müsbət. Bəli, cavab C bəndə idi. Problem və bəli, bu da həll yox. 20-ci sualda deyir ki, müəllim şagirdlərdən yeni mövzu ilə bağlı suallar formalaşdırmaq, fərzlər irəli sürmək, müxtəlif mənbələr əsasında araşdırma aparmağı, nəticələri təqdim etməyi əsaslandırmağı tələb edir. Müəllim proses boyunca istiqamətlərincə fasilitator rolunda çıxış edir. Verilənlərdən hansında sual verilmiş təlim modelinin tətbiqi ilə bağlı vəziyyəti daha doğru təsvir edir? Hı -hı. Variantlardan hansı sualda verilmiş təlim modelinin tətbiqi ilə bağlı vəziyyəti daha doğru təsvir edir? Nə edərlər? Suallar formalaşdıracaqlar, fərziyyələr, müxtəlif mənbələr əsasında araşdırma, nəticələr təqdim etmək. Bunları dedik. Gəldik A-ya baxaq. Daha doğru deyir, təsvir edir. Şagirdlər müstəqil tədqiqat bacarığını qazanır. Müəllim isə prosesi nəzarət edərək öyrənməni şagirdlərin təşəbbüsünə buraxır. Burada müəllimlər, yox, təşəbbüsünə buraxır demir, A səhvdir. Mən oradan ona görə silərdim ki, orada deyir ki, şagirdlərin təşəbbüsünə buraxmır da öyrənməni, özü də fasilitatorluq edir, istiqamətləndirir. Bir də A-da nə ola bilərdi? Tədqiqat bacarıqlarını qazanır. Yəni, o nə qədər qazandığını onu yoxlaya bilir, bilməm burada mətndə, yoxsa Hətta bu təlim modeli nədir burada? Araşdırma əsaslıdır da, elə deyil. Bəli, sorğu araşdırma əsaslıdır. Yəni, bir fikir verir, sual verir, sonra deyir, bunu araşdırın, sorğu araşdırmadır, bəli. A səhvdir, mən deyərdim. Burada ola bilsin ki, tədqiqat bacarıqları qazanacaq, amma müəllim orada mətndən tuturam, yəni ki, müəllim prosesi nəzarət edə öyrənməni şagirdin təşəbbüsünə buraxmayıb da, yəni özü də bir növ istiqamət verib. B-yə baxaq. Şagirdlər problem üzərində işləyərkən analitik, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir. Müəllim isə istiqamətləndirir, rol vasitəsi öyrənmə prosesini məqsədyönlü şəkildə dəstəkləyir. Analitik, tənqidi düşünmə var da burada. Çünki nəticələr təqdimi, əsaslandırma elə tənqidi düşünmədir də, yəni analiz etmədir, tənqidi düşünmədir. Müəllim də istiqamətləndirici rol oynayıb, məqsədyönlü şəkildə dəstə cavab B ola bilər. C-yə baxaq, şagirdlər fərziyyə irəli sürmək, nəticə çıxarmaq bacarığı əldə edir. Müəllim isə onların qiymətləndirilməsini əsasən təqdim edilən nəticələr üzərində qurur.
təqdim edilən nəticələr yox, onların əsaslandırmasını tələb edir də. Yəni əsaslandırma, yəni təqdimata görə yox da, yəni əsaslandırmaya görə deyəcək. C səhvdir. Şagirdlər müxtəlif mənbələrlə işləmə vərdişi qazanır. Müxtəlif mənbələr məsələsi ola bilərmi? Var, mətndə var. Müəllim məlumatın düzgünlüyünü təmin etmək üçün prosesi daha çox nəzarətdə saxlayır. Xeyr, nəzarətdə çox saxlamır, çünki o fasilitator da istiqamət verir. Sonra E-də də şagirdlərin müzakirə təqdimat bacarıqlarını inkişaf edir. Müəllim isə planlaşdırma bacarığı daha da təkmilləşmiş olur. Bu yanlış oxşuyur. Çünki yenə deyirəm, bu da Müəllim əsas. planlaşdırma bacarığına aidiyyəti yoxdur. Bəli, mətndə yoxdur. B-dir cavab. Beydir. Düzdür, beydir. İnşallah ki, səhvə yol vermədik. Mən də səhv eləmədik. İnşallah. Şey, Və yaxşı olmasa sayır. Məncə səhv yox idi. Məncə hamısını düz tapdıq. İnşallah. Hər olmalıdır. 1-4 tapdıq. Bir daha təkrar baxıram. Yox, tapmadı. Hamısı düzdür. Düz tapmışıq. Məncə, əgər səhv varsa şablonun səhvidir. Atdıq şablonun üstünə. Əgər varsa şablonun. Belə, hörmətli müəllimlər, əlavə elədiyim 3 sınağı da işləyərsiniz. Tətbiqdə təkrarlar qrafiğinin altına yerləşdirmişəm. Oradan işləyə bilərsiniz. Yəni, siyahıda son nöqtə yerləşir. Gecəniz xeyrə qalsın. Tanrı yar və yardımçınız olsun. Növbəti dərsdə görüşənə qədər.